Salam aleyküm əziz və hörmətli dostlar. O cür ki, öncədən də xəbər vermişdik. Bugündən başlanır Güney Azərbaycan siyasi partilərlə görüşümüz başlanır və görüşlərdə bir çox uzun sorular soruşacağıq və beləliklə gedəcəyik qabağa. Hər parti 4 gün, üzr istəyirəm, gündə 4 saat eləyə bilər, canlı yayında olsun, çünki Instagram 4 saat icazə verir. Ondan sonra hər gün davam tapa bilər. Neçə gündə eləyə bilsələr, bu soruları qutarsalar, 6 gündən də çox ola bilmir. Bəlkə 7 günə də çıxadarıq, yəni məcbur olsaq, amma umaram ki, 6 gündə eləyə bilək çıxadaq. 32 səhifə, mən əgər baxdım indi printinə, 32 səhifə mənim sorum var. Salih bəy özləri də bu günləri bir 10 dana soru göndəriblər, çox önəmli sorular. Mən onlarla başlayacağım, amma ona keçməmişdən öncə Salih bəy, tamam partilərə göndərdiyim bir mətni var ki, iş quralı. Yəni burada nə cür bir-birimizlə şey eləyək, cənabınız da bunu oxumusunuz həttəmən. Mən icazəsilə fəqət bunu oxuyayım, sonra girək bəhsimizə. Düşüncə bağının iş quralı. Əziz və hörmətli Güney Azərbaycan siyasi təşkilatlar mənsubları, salamlar, sayğılar. Güney Azərbaycan Düşüncə Bağı otağına xoş gəlmişsiniz. Düşüncə Bağının iş quralları. Əlif, İnsafəli Hidayət tərəfsiz olaraq bu otağı idarə edəcək. B, sizlərdən soruları İnsafəli Hidayət soracaq. T, sizlər İnsafəli Hidayətdən soru soramazsınız. 3 nöqtəli C, əgər vətəndaşlardan qonu haqqında sorular gəlirsə, adı bəlli olan vətəndaşlar soru sora bilər və Hidayət o soruları sizə yönəltir. Yəni adı bəlli olmasa, əksi olmasa, sicillisi olmasa biz icazə verməyəcək. Gələrlər parti sözcülərin ya liderlərin ya mənsubların burada tohin təhqirə tutalar. Onun üçün hər adama da icazə verməyəcək gəlsin içəriyə. Hər kəs təşkilatda olan yer ya mənsubiyyəti və soy adı ilə xitab olacaqdır. İldırım cənabları mənim tərəfimdən bu cür deyiləcəkdir və söz indi onu soruşacaq ki, təşkilatda nə yeriz vardır, o ondan xitab olunacaqdır. Hər siyasi təşkilatın vaxtı o təşkilatın sorulara cavab verdiyi qədərdir. Mümkündür, oturum 1 saat ya da 5 saat sürsün, o qalıbdır onlara. Əgər sorular və cavablar bir gündə 4 saatda bitməzsə, ara düşmədən və ardı kəsilmədən 2-ci ya 3-cü, 4-cü günlərdə də davam edə bilər. Soruların cavabı olduqca xülasə və müstəqim olmalıdır. Bunun təşxisi İnsafəli Hidayətə bağlıdır. Əgər parti mənsubları sorulara cavab verməkdən qaçınırsa, ya cavabda haşiyəyə gedirsə, İnsafəli Hidayət qonağın söhbətini kəsib sorunu yenidən soracaq. Soruların cavabı qane edici oldu ya olmadı, İnsafəli Hidayətin təşxisinə bağlı olacaqdır. Əlbəttə qonaqlar da, nə deyirlər, müxatəblər də bunu görəcəklər. Qonaqların sonuncu cavab haqqı var əlbəttə. Sonra soruda və cavablarda heç bir şəxsə və təşkilata ədəbsizlik, acı söz, pis sifətlər verilməyəcəkdir. Bu tamam şeylərə. Əgər cavablarda hər bir birəyə ya təşkilata tohin, iftira, təhqir və mənfi sifət dilə gətirilirsə, o fərd və təşkilata cavab haqqı veriləcəkdir. Həmən birey ya təşkilatın haqqı var aynı zamanda söz alıb cavab versin, ya gələn oturumlarda huzur tapıb cavablasın. Tohin, iftira, təhqir, kötü sifətlərin təşxisi adı çəkilən fərdlər və təşkilatdan əlavə, onlar deyə bilərlər, İnsafəli Hidayət ilədir. Əgər düşüncə bağının qonağı bir şəxsin adını çəkib, onu ya o bağlı olan təşkilatı tənqid edərsə, ya onlara bir sifət bağlarsa, ya onları sorğu altına alırsa və İnsafəli Hidayət o bireyi ya təşkilatı həmən cələsə, ya sonki iclasda cavab üçün dəvət edəcəkdir. Düşüncə bağı otağı ədəb, ərkan, mərifət, sayğı və hörmət üzrə qurulacaq. Əgər qonaqlar hər bireyin və təşkilatın adını gətirmək zorunda qalırlarsa, sayğılı və hörmətli sözlər ilə o bireyi və təşkilatı adını səsləndirəcəklər. Otaq başlanandan sona dək
Hər qonağın mənfi və sayğısız sözləri bir mənfi nömrə hesab olub elan olacaq. Hər iclasın sonunda sayğısız sözlərin sayı üzərində mənfi nömrənin sayı elan olacaq. Beləliklə, o fərd və təşkilat mənfi nömrə ilə tanınacaq. Mənfi nömrəsi az olan ya əsla mənfi nömrəsi olmayan təşkilat və onun mənsubu ərdəmli, ən ərdəmli və milli ərdəmli sifətinə layiq görünüb, topluma və həmən iclasın və sonraki iclasların sonunda tanıtdırılacaqdır. Tüm təşkilatlarımızın və mənsublarının milli ərdəmli olmalarını dilər və hər birindən özlərin millətimizə ən gözəl ədəbli, sayğılı və siyasal sözlər ilə xülasə olaraq tanıtmalarını rica edirəm. Sağ olun Salih bəy, xoş gəlmişsiniz. Mən cənabınızı tanıram, illərdir tanıram. Çox da fəxr edirəm ki, siyasi toplumumuzda çalışan insanları tanıram, bu fəxridir. Amma mütəəssifanə toplumumuzda siyasi təşkilatlarımız və onların düşüncələri, siyasətləri, stratejiləri, taktikləri tanınmır, bilinmir. Çox vaxt insanlarımız qaçırlar siyasi təşkilata yaxınlaşmaqdan. Çünki siyasəti İranda mənfi məncə eləyiblər, tanıtdırıblar. Bunu dəyişdirmək üçün sizləri dəvət elədik. Çox sağ olun, gəlmişsiniz. Lütfən özünüzü mərif eləyin, təşkilatınızı mərif eləyin. Buradan başlayaq, gedək qabağa. Buyurun. Çox sağ olun. Mən ilk başdan təşəkkür edirəm ki, bu təşəbbüsə çox lazımlıdır və dəvətiniz üçün də xüsusi minnətdarlığımı bildirirəm. Mən Salih Ildırım, Güney Azərbaycanın demək, Gərgər, qabaqcadan Ələmdar Gərgər ayrıydı, sonra oldu, indi Hadi şəhər adlanır, Gərgər şəhrindən və Güney Azərbaycan İstiqlal Partiyasının sözçüsü kimi bugün bu proqramda iştirak edirəm. Zənnimcə bu qədər yetərlidir. Yox, siz haqqımda artıq bilgilər verim, onu siz sual edirsiniz. İndi parti haqqında bu qədər görər bizi, Salih bəy Ildırım cənabları bu qədər görər. Amma parti haqqında biraz tozih versəz, parti. Güney Azərbaycan İstiqlal Partiyası əslində 2004-cü ildə qurulub, bəlli səbəblərdən dolayı, yəni bizim əlbəttə ki, siyasi fəaliyyətimiz 2004-dən başlanıb. Mən əsasında gəncliyimdən İran işğal rejiminə, şah rejiminə qarşı, yəni əsasında şah rejiminə qarşı təzahüratlarda, inqilabda iştirak edib və daha sonra təbii ki, bu siyasi, yəni o gənclik zamanında siyasi fəaliyyətə başlayıb və davam edib. Ancaq 2004-cü ildə Güney Azərbaycan İstiqlal Partiyası quruldu. Ondan qabaq mənim şəxsimin başqa Azərbaycan təşkilatlarında fəaliyyətim olubdur. Məsələn, Dünya Azərbaycanlar Konqresinin tərkibində bir müddət Kanada təmsilçisi idim. Ondan sonra biz daha sonra demək Azərbaycan, Güney Azərbaycan Azadlıq Partisini qurduq. O bəlli bir zamandan sonra gördük ki, işləmədi. Yəni düşüncə olaraq fərqli adamlardan təşkil tapmışdı. Və bir müddət mənim fəaliyyətlərim oldu. Paltarda və Azərbaycan əsasında Azərbaycan aktivistlərini İran təşkilatlarından qoparmaq və Azərbaycan cəbhəsinə çəkmək kimi və adı da İran İznat Perjiya idi o proqramın adı. 2 il ondan sonra Azərbaycan inqilabçıları Paltar həftəlik proqramı apardıq və burada təbii ki, bu söhbətlərin əsnasında müttəhidlərimizi tapdıq, fikirlər bir araya gəldi və bu zərurət gəldi ki, biz bir İstiqlal Partisi quraq. Ona görə də 2004-cü ilin sonlarında daha o inqilabçılar qrupundan Güney Azərbaycan İnqilabçılar qrupundan Güney Azərbaycan İstiqlal Partiyası quruluşuna, yəni
keçib və ondan o gündən də etibarən Güney Azərbaycan İstiqlal Partiyasında fəaliyyət edir. Güney Azərbaycan İstiqlal Partiyasının qurucu heyətindən olduğum üçün elə bəri gündən o qurucu heyəti də məni sözçü elan elədilər, seçdilər və ondan sonra da demək sözçülük məsuliyyətini qurultaylarda neçə qurultayçı keçirdi. Yenə də parti mənsubları bu sözçülüyü mənə demək etimad edib verdilər və Güney Azərbaycan İstiqlal Partiyasının sözçüsü kimində bu günə qədər də fəaliyyətim davam etməkdədir. Bu qədər zənnimcə bəsdir. İstəyirsiniz artıq Çox sağ olun, təşəkkür edirəm. Yetərlidir. Mən elə istəyirəm üst-üstə, çünki sorular çox uzun olacaqdır. Xülasə cavab verilsin ki, insanlarımız müstəqim eləyə bilsinlər, ora getsinlər. Siz bu günləri mənə bir neçə soru göndərmisiniz. İcazənizlə mən elə bunlardan başlayayım, sonra öz sorularıma gəlirəm. Çünki bu sorular çox önəmli sorudur. Siz də bunu göndərdiyiniz üçün bunu istəyirsiniz ki, şey olsun. Buyurun. Sizcə millətçilik nədir? Buradan başlayaq. Yəni siz özünüzü millətçi bilirsiniz, nə bilirsiniz? Yəni partizin əsl amacı nədir? Buradan başlasaq bəlkə o gəlirik ki, millətçisiz ya yox. Millətçilik bu sırf bizə aid olan, yəni Azərbaycana aid olan bir şey deyil. Bütün millətlərdə nasionalizm demək termi işlənilir. İndi birisi milli gərayədir, bizdə də millətçilik və ya ulusallıq da işlənilir. Əsasında bir millətin millət kimin hüquqlarını savunmaq, hüquqlarının bərabər olunması, onun azadlığını, egemenliyini, dövlətçiliyini, iqtisadi, milli, demək, iqtisadi, hərbi və coğrafi demək, maraqlarını qorumaq, demək, o millətçilikdir. Yəni bizim millətçiliyimiz əsasında Azərbaycançılıq və türkçülük əsasında demək, yəni Azərbaycan mənfəətlərinin əsasında, Azərbaycan dövlətçiliyi uğrunda, Azərbaycan coğrafiyasını qorumaqda, Azərbaycan iqtisadının inkişafında, Azərbaycanın jeopolitik, yəni siyasi coğrafiyası, Azərbaycanın öz coğrafiyasından xaric və Azərbaycan geoekonomik mənfəətlərini qorumaq bunlar bizə görə demək millətçilikdir. Millətçilik başqa millətlərlə rəqabətdə eyni hüquq sahibi olmağa çalışmaqdır. Millətçilik Alparslan Türkeşin də dediyi kimi demək millətlərin arasında mənfəət yarışıdır. Hər millətin mənfəətləri var. Bizə görə də millətçilik, yəni Güney Azərbaycan İstiqlal Partiyasının baxışından millətçilik, Azərbaycan millətçisi o adama deyilir ki, Azərbaycanın dövlətçiliyi, istiqlaliyyəti, egemenliyi, azadlığı, iqtisadiyyatı bütün sahələrində fəaliyyətini Azərbaycana həsr eləmiş və onun rifahı, orada yaşayan insanların rifahını və o torpağın azadlığını təmin eləmək üçün mübarizə aparır. Bu millətçilik. Bunun dedisi bəsit, sadə tərifi. İndi gedib məsələn deyim ki, Bismarck necə tərifləyibdir, Jean-Jacques Rousseau necə tərifləyib, Bobisi necə tərifləyib, bunlara ehtiyac yoxdur. Bizim öz tərifimiz var. Yəni Azərbaycan millətçisi bizə görə əgər istiqlalçıdırsa, Azərbaycan millətçisidir. Əgər Azərbaycanı işğaldan azad eləmək üçün mübarizə eləyirsə, Azərbaycan millətçisidir. Əgər planında, proqramında bizə görə istiqlal və qurtuluş yoxdursa, o Azərbaycan millətçisidir. Azərbaycan hərəkatı ola bilər, amma milli hərəkatdır. Yəni millətçi hərəkatdır, milli hərəkatdır. Buyur. Yəni sizin mən bu tərifinizdə gördüm ki, siz insanları, yəni millət deyəndə insan zehninə gəlir.
Bir də torpağı da qatırsınız ona. Bir də bunu bilmədim ki, Azərbaycan, yəni də bütöv Azərbaycan, yəni bugünkü müstəqil olan Azərbaycandan da danışırsınız, yoxsa fəqət güneydə və İran işğalında olan Azərbaycandan danışırsınız? Hələ mən Yox, adından bəllidir. Güney Azərbaycan İstiqlal Partisi. Mən oranı getmədim ona. Çünki adımız üstündə bizim hər bir şeyimiz Güney Azərbaycan. Əlbəttə Azərbaycanda, yəni bu demək qısa vədəli strateji, uzun vədəli strateji, ya orta vədəli və uzun vədəli strateji. Yəni bizim qısa vədəli stratejimiz istiqlaldır. İstiqlal hara üçündür? Güney Azərbaycan üçündür, işğal altında. Biz Azərbaycan Cumhuriyyəti var, bizim dövlətimiz də əlbəttə ki, onun da mənfəətlərini müdafiə eləmək hər bir Azərbaycanlının, elə o cümlədən də Güney Azərbaycanlının da borcudur, vəzifəsidir və eləmişik də. İstərsə savaş sürəcində olsun, dövlət quruluş sürəcində olsun, hər hansı bir şəraitdə olsun, imkanlarımız daxilində bu imarətimiz eləmişik, dövlətimizdir. Ancaq bizim öncəliyimiz var. Biz Güney Azərbaycan İstiqlal Partisi və Güney Azərbaycanın qurtuluşu bizim öncəliyimizdir. Hər nə deyirsə Güney Azərbaycan pəncərəsindən, açısından deyirik. Təbrizdən baxırıq biz bura. Biz Təbriz deyirik. Yəni ki, onun simgəsi olaraq, sembolü olaraq Təbrizdən baxırıq məsələyə və Güney Azərbaycan Milli Hərəkatı deyirik, Güney Azərbaycan İstiqlal Partisi deyirik, Güney Azərbaycan demək qurtuluşu deyirik, Güney Azərbaycan dövləti deyirik. Bu qısa vədəli stratejidir. Orta vədəli strateji bundan sonra bütöv Azərbaycan. Çünki bəziləri məsələ Güney Azərbaycanı da rədd edir. Elə deyək bütöv Azərbaycan. Təbii ki, Güney Azərbaycan dövlətləşməlidir. Bu 100 il içində 200 ildir Azərbaycan parçalanıbdır, amma 100 ilin içində ciddi formada bu Azərbaycanlıların üzərində siyasi baskılar bəzi dəyişikliklərə səbəb olubdur. Bunu təkrar Azərbaycan bütövləşməsi üçün bir prosesə ehtiyac var. Yəni bir müddət iki dövlət olacaqdır. Güney Azərbaycan Cumhuriyyəti və Azərbaycan Cumhuriyyəti. Ondan sonra bunlar birləşib və qayi, yəni Qızıl Alma, nəhai Qızıl Alması Türk dünyasıdır. Turan bütöv Türk dünyasının bütövləşməsi və ya Türk birliyinin yaranmasıdır. Təbii ki, biz əsarətdə olduğumuz süreçdə, özümüz azad olmadığımız süreçdə bunların heç birisi mümkün olmadığına görə bəs birinci addan başlamaq, birinci özümüz müstəqil olmaq. Ona görə də Güney Azərbaycan İstiqlal Partiyasıdır. Təriflərimiz də Güney, hətta partiyanın üzvləri də Güney Azərbaycandan olur. Biz dedik ki, Azərbaycan, Vahid Azərbaycanı uğrunda mübarizə edirik, amma bu partiyanın bugünkü durumunda sabah müstəqil olandan sonra, bütövləşəndən sonra mümkün də Güney Azərbaycan adı götürər, ya Azərbaycan İstiqlal Partisi olacaq. Amma bugün Güney Azərbaycan İstiqlal Partisidir və üzvləri də Güney Azərbaycan. Mən sorunu soruşanda bir səhv elədim əslində. Səhv əlbəttə eləmədim, bu mənim düşüncəmdir, amma mən düşüncəmi burada dilə gətirmək üçün çox da deyiləm. Tərəfsiz olmaq və tərəfsiz sorular qoymaq. Mən dedim ki, Güney Azərbaycan, işğalda olan Güney Azərbaycan. Siz bu konuda nə düşünürsünüz? Əcəba Azərbaycan bu günləri Güney İranda olur? Geçen yüzyılda bize deyiblər Rus Azərbaycanı, İran Azərbaycanı. Siz bu qavramı nədir görürsünüz? Bu Güney Azərbaycanın tərif eləyəndə nədir tərif edirsiniz? Azərbaycan Azərbaycanlılarındır. Nə Rusundur, nə Amerikanındır, nə İranındır, nə Ay kürəsinin ya başqasının deyil, Japonun, Çinin filanın deyil. Azərbaycan Azərbaycanlıların və burada da təbii ki, Azərbaycanlıların da böyük əksəriyyəti türkdür. Ona görə biz Azərbaycanı nə İranın bir hissəsi, çünki bu adları bizə qoyublar, o milli dövlətçilik iddiasını əlimizdən almaq üçün bizə başqa sahiblərə demək yapışdırıblar.
Rusiya Azərbaycanı, Sovyet Azərbaycanı, İran Azərbaycanı, biz Güney Azərbaycan termin gətirəndə bizə elə bugünkü, məsələn, biz elə ki, Azərbaycan, Güney Azərbaycan termini işlədirlər, o zaman bizə təciyyətələr, ifratı, aşırı, fanatik deyə xitab edirdilər və bu məsələdən qorxurdular, çəkinirlər ki, İran Azərbaycanı dedilər. Hətta Azərbaycan Cumhuriyyətində də bizə İran Azərbaycanı deyirlər. Və ya Təbrizdən də Şuravi Azərbaycanı deyirlər. Bu yanlış zehniyyəti o hakimlər, işğalçılar bizə təbliğat imkanları əllərində olduqları üçün, təlim imkanları əllərində olduqları üçün bunları bizə təhmil eləməyə, beyinlərimizi belə yönləndirməyə çalışıblar. Biz buranı Güney Azərbaycan bilirik, İran işğalında. Heç bir yerin hissəsi deyil. Başqa bir yerdən, bir xarici bir qüvvə, bura aid olmayan, bu millətə aid olmayan, mənsub olmayan bir qüvvə gəlib, bu millətin içindən də bir şeylərini istihdamına alıb və buranı işğal edibdir. Güney Azərbaycan İran işğalındadır. Kuzey Azərbaycan Rusiya işğalında idi. Sonra Sovyet işğalına keçdi və daha sonra, amma bu mübarizə devam elədi. Daha sonra nə oldu? 1989-90'larda istiqlalını əldə elədi. Güney Azərbaycanda Pəhləvilərin özellikle iqtidara gəldikdən sonra anti-Türk siyasətləri nəticəsində bu milli ruhu İran mərkəzli milliyyətçiliyə çevirməklə demək hər daim Azərbaycan İranın bir danılmaz hissəsi kimi iddialarla beyinləri yıxamağa başladılar. Bizə görə Azərbaycan işğal altındadır. Güney Azərbaycan işğal altındadır. Bura Azərbaycandır. İndi demək bir dönəm, tarixi dönəmdə dediyimiz kimi ikiyə bölünübdür və o dönəmdən də Kuzey-Güney termləri aşağı yuxarı işlənir. Amma siyasi olarak bizim bunu demək güclü formada, ciddi formada meydana gətirməyimiz əsasında bunu başqa qüvvələrin işğalında olmasını göstərmək üçündür. Ona görə də biz bunları Azərbaycanın bir hissəsi, ancaq Güney'e, Kuzey'e bölünmüş, ikiye bölünmüş Azərbaycanın bir hissəsi biliyor. Başka bir yerin değil. Buyurun. Sağ olun, var olun. Mən qabaqçı soruda soruşdum ki, çünki iki sualı bir yerde soruşdum, belki ona görə unutdunuz. Siz coğrafiya ilə, torpaqla insanları ayırmırsınız zahirən, belə gəlir. O millət nədir, millətçi kimdir sorusunda bu ikisini bir işlətdiniz. Bu cürdür, yoxsa siz vətən və milləti ayrı tutursunuz bir-birinə? Bu millət tərifi əsasında mürəkkəb, yəni dəyişik təriflər verilibdir. Biz o təriflərlə deyil, bizə görə özünü Azərbaycanlı bilən hər kəs, yəni Azərbaycan coğrafisi üzərində, Azərbaycan torpaqları, tarixi torpaqları üzərində yaşayan hər kəs Azərbaycanlıdır və bizim də mübarizəmiz bu vətən dediyimizdə Azərbaycanın tarixi torpaqlarıdır. İndi bunların bir serisi mümkündür, tamamilə asimil olub gedibdir. Bir serisi tamamilə başqa millət yerləşdirilərək dəyişdirilibdir. Bir serisi bugün müstəqildir, bir serisi bir qisməti, yəni müstəqil Azərbaycan Cumhuriyyəti kimi ayaqdadır. Ona görə millət dediyində əlbəttə ki, coğrafiyanın, yəni dövlət, millət terimi bizim demək öndərimiz Məhəmməd Əmin Rəsulzadə demişdir ki, millət ya dövlət kurar, ya dövlət kurmaq əzmində olar. Demək, ona görə bu dövləti də havada qurulmaz. Yəni ki, dövlət üçün coğrafi lazım. Millət də havada yaşamır ki, coğrafi üzərində yaşır. Və kompakt yaşadığı üçün, yəni biz bir də Amerikada yaşayan Azərbaycanlılar dövlət qura bilməz. Və ya məsələn Moskvada yaşayan Azərbaycanlılar dövlət ola bilməz. Təbiidir ki, bunun üçün coğrafisi də olmalıdır. Demək, millət, dövlət terimi gələndə coğrafi ilə
o coğrafyada yaşayan insanların demek tabii ki buna mesela tarihi ve kültürü, dili vesaireni de ilave edirlər. Ancak daha demek deyəşi bu milletin iradesi bir devlet formasında tecelli eləməsi onu milli millet, devlet millet edir. Yani biz Azerbaycan coğrafyasının üzerinde yaşayan burada bakın Azerbaycan Cumhuriyeti'nde de Güney Azerbaycan'da Türk olmayanlar da varlar yaşıyor. Ama Azerbaycan'da veya mesela Türkiye başka bir misal vurup mesela Türkiye bir Türkiye var yani Türkiye'li değil Türkiye demek milleti değil Türkiye milleti zarureten Türk değil. Türkiye'de Arap var, Türkler çoğunluktadır, Arap var, Rumeliler var, Zazalar var, Kürtler var ve Türk olmayan milletler var. Ama ne değil? Türkiye milleti. Şimdi biz de Azerbaycan milletçisi diyende tabii birisi dedi bu yani milletçi diyende dedi ki coğrafi, iktisadi, siyasi, kültürel bütün menfaatleri bunların uğrunda mübarizə eləyəndə millətçi dedik. Demək ki, o millət də bu tərifin tərkibindən, yəni ki, coğrafi bir coğrafinin üzerinde yaşayan ortak demək maraqları daşıyan, ortak demək hüviyyət ya kimlik sahibi olanlara biz millet dedik. Azerbaycan, Güney Azerbaycan elbette Azerbaycan milletinin indi siyasi term olarak Güney Azerbaycan demek halkıya milleti işledilir. Bu siyasi bir şeydir. Ama hakikate geldiğinde bir Azerbaycan milleti var. Azerbaycan bütünlükte bir millettir. Ama ikiye bölünüp statüs olarak Güney Azerbaycan değil. Buyurun. Teşekkür ederim. Şimdi soru bu. O zaman ki siz Türk'ten ve Azerbaycan'dan danışırsınız. Bunun içinde ayrı milletler de var. Mesela Farslar da olabilir, Ciləçlər de olabilir, Taliklər de olabilir, Kürtlər de olabilir. Siz burada acaba bu Azerbaycan termini işlədəndə ırqçılığa ya türkçülüğü işlədəndə ırqçılığa, nəcatpərəstliğə getmirsiniz. Yəni özünüzü bir nəcatpərəst bilirsiniz, yoxsa bir ayrı sistemi tərif edirsiniz. Necə görürsünüz? Millətçilik ırqçılıq deyil. Bizim millətçiliyimiz en azından. Şimdi Fars millətçiliyi belə görülür. Belə eləyir. İndi şimdi bütün millətləri təhqir eləməklə, aşağılamaqla, aryanpərəstliklə özünü üstə çəkib nifrət saldırısıyla. Biz Azərbaycanlı deyəndə gedib onun damarından qan çəkib DNA-nə baxmır. Bu coğrafiyada yaşayan hər kəs Azərbaycanlıdır. Bu Türkçe danışsın, Tatça danışsın, Kürtçe danışsın veya ayrı bir dilde danışsın bir şey değiştirmez. Bu Azerbaycanlıdır. Ona göre bizim milletçiliğimiz ırkçılığı reddedilir. Irkçılık neyin üzerinde? Irkçılık demek bir ırkıdan, bir nejattan geldi. Yani onlar dediğim gibi Aryanizm kimin dedi ki Nejad-ı Arya. Biz Türk ırkı demirik. Türk ulusu değil. Türk milleti değil. Biz hiçbir milletten özümüzü üstün bilmediğimiz kimin, hiçbir milletten aşağı da bilmiyoruz. Biz dedik ki milletçilik bizim bakışımızdan milletlerin arasında yarıştır. Yani hukuk yarışı, beraberlik, varlık yarışı. Ona göre Alparslan Türkeş de buna çok tercih edilip ki bizim milletçiliğimiz esasında ırkçılığı reddeden bir milletçilik. Yani Türkiye milletçiliği, Azerbaycan milletçiliği dediğimizde bu ırkçılığa dayalı değildir. Şimdi bizde bazen Türk kanı danışırlar, Türk damarı, Türk filanı. Bunlar kültüre çevrilipti. Hatta mesela belki benden de eşitmiş olasınız. O manada değilmiş ki biz
bu Türk qanunu həttən məsələn deyək Ərəb qanunundan ya Fars qanunundan məsələn üstündür. Ya məsələn Farslara elə nifrət elə. Bizə Farslarla bizim əsasında düşmənçiliyimiz ya problemimiz onların işgalçı olmasıdır. Əgər onlar bizim toprağımızı işgal eləməsəydi, məsələn biz niyə Japonla savaşmırıq? O Japonlar Türk deyil ki, məsələn deyək ki, nə bilim dünyanın o başında birbirini götürüb savaşmırıq Türk olmayan. Yəni Türkçülük deyək, o Türk ırgına dayalı deyil. Farsla bizim problemimiz buna görə ki, bizim toprağımızı işgal edib. Buradan çəkilsə biz elə Farsla da qonşu olacaq. Baxın, məsələn, Azərbaycanla Ermənistana baxın, bir belə savaşdan sonra indi normallaşma gedir. İşgal ediblər, gəldi, nə qədər cinayət işlədilər, Xocalı cinayətini işlədilər, 1927-də başlayaraq Azərbaycanla nə cinayətlər işlədilər. Amma gəsəklər vardı, yəni siz həmişə o tarixdə yapışıb qala bilməzsiniz ki, öyle bu olubdu da, məsələn, biz bundan əbədi düşməniyik. Əbədi düşmən diye bir şey yoxdur. Yəni bizim də millətçiliyimiz əgər ırqçılıq üzərində olsa, onda bəli bir şey düşmənlər daimi olacaq bizə. O yüzden de biz ırqçılığı rədd edirik. Biz ırqçılığa əsla inanmırıq. Biz heç kimsənin gələni burada DNA'ni çıxadıb qanunu çəkək görək ki, məsələn, nə idi qanunda DNA neçə fazı Türk qanı daşır. Belə bir yaxlaşımımız əsla qəbul edilir. Hər kəs Azərbaycanlıdır. Özünü Azərbaycanlı bilir. Bizə görə Azərbaycanlıdır. İndi mümkündür fikir ayrılığımız olar. Mümkündür bəlli məsələlərdə məsələn birdən bəziləri çıxır, mən görürəm ki, elə o ırqçı yaxlaşımından da çıxır, deyir ki, məsələn, Xamenei Türk deyil. Sən Xameneinin Türklüğünü dəyişdirə bilməzsən. O fikir olarak Türk olmaya bilər və ayrı bir fikirə qulluq eləyə bilər. Amma onda sen ne yanaşsan, bundan yanaşsan demek o qanundan gəlib şey eləyirsən. Deyirsən ki, orada Türk qanunu yox. Biz ırqçılığa yox. Əsla inanmırıq, qəbul eləmirik. Bizim millətçiliyimiz ırqçılığı rədd edən bütün Azərbaycan, biz Azərbaycançılıq əsasında. Deyir ki, Azərbaycan əlbəttə bir şeye çevrilib ki, genelde Azərbaycan Türkçü deyilir. Bu əksəriyyət Türk olduğu üçün. Amma Azərbaycanda yaşayan hər kəsin, hətta bizim nizamnamamıza da baxsaz, nasıl ki, oradakı yaşayan millətlərin, biz hətta onlar millət hesab, orada yaşayan azınlıqların milli hüquqlarının təmini üçün saylarına görə Azərbaycan dövləti büdcə təmin etməlidir və onların inkişafını sağlamağa müvəzzəf və mükəlləfdir. Bizim dövlətimiz belə olacaq. Buyurun. Teşekkürler. Mən bu haqda Kürt məsələsi var, Taliş məsələsi var, Ceylan məsələsi var, Lorların məsələsi var, Farsların məsələsi vardı. Bunlar haqqında öz yerində danışacağıq, amma bu söhbətlər dostlara mən fikirdən maraqlı olacaqdır ki, gələnlər şey olsunlar. Bir də dostlar salam ərz edirəm, hər kəs təzə gəlibdir, sonra gələcəkdir, gəlir. Bir də xahiş edirəm, yayın, əgər mümkünsə iştirak edin, linki dostların çoxu görsünlər. Çünki bu mən düşüncəmdə, əgər yanlış olsam buyurun Salih bəy, mən düşüncəmdə budur ki, keçən 100 il, 120 ildə, 150 ildə hətta məşrutədən qabaqdan belə indiyə qədər belə bir şey olmuyor ki, partilər gələrlər, otururlar, deyirlər, biz insanların sorularına cavab verəcəyik, özümüzü hər sahədə istəyirsiniz aşkar eləyəcəyik. Belə bir şey yoxdur və əslən normalda insanlar bilmirlər ki, hangi hizb nədən ötürü qurulubdur, nə istəyir, nə cür istəyir. Bunun üçün mən fikrim çox önəmli olacaqdır bu görüşlərimiz. İndi siz bu sözü aparanda biraz işarə elədiniz. Ortaya bir məfhum çıxır ki, İran dövləti də bunu çox yayıbdır, insanlar da bundan çox qorxur. Pan sözüdür. Siz panı nə cür tərif edirsiniz? Özünüzü pan bilirsiniz ya yox? Yəni pan Türk, pan Azərbaycan bilirsiniz ya yox? Pan İranda double standart var da. Yəni ümumiyyətlə hakimiyyətlər mənfəətlərinə görə tərifləyər.
Yəni bunu biz görək məsələn maalesef milli hərəkətdə də bəzilərlə İranın tərifi ilə, İranın verdiyi təriflə yanaşıb məsələyə. Pan mesela bir vəhdət deməkdir, ittihad deməkdir. Məsələn deyir pan-İranizm, yəni İranlıların vəhdəti, pan-Amerikanizm, pan-Europeanizm, pan-Ərəbizm, pan-Türkizm. Onlar necə demək ki, Ərəbin ittihadını və ya pan-İslamın müsəlmanların ittihadını istəyirsə, biz də pan-Türk və ya pan-Türkizmdə Türklərin birliyini, ittihadını istəyir. Burada bir mənfi bir cəhət yoxdur. Mən görürəm bəzən məsələn, bəziləri çıxır, əvvəl bir 20-30 dənə andaman eləyir ki, mən valla pan-Türk deyiləm. Yəni pan-Türk əslən bir təhqir kimi, bir tohin kimi, bir yaman kimi şey olubdur. Deyəndə əvvəl çıxır deyir ki, yox, mən pan-Türk deyiləm. Elə bir ki, məsələn, pis bir şey. Pan-Türk keşke biz pan-Türk ola bilək. Yəni Türk vəhdəti üçün bir mübarizə, bir istək, bir addım götürə bilər. Ama bizim bugün hətta Azərbaycan məsələsində Güney Azərbaycan İstiqlal Partiyasının açısını əsas edəyəsi, biz pan-Azərbaycanizmdir. Bizimki bugün pan-Azərbaycanizmdir. Yəni Azərbaycanın birləşməsindən sonradır ki, Türk'ün birləşməsinə biz gedə biləcək. Biz əgər Azərbaycanı birləşdirə bilməsək, biz necə demək Türk birliyinə gedəcək? Yəni Türkizm pan-Azərbaycanizmdən pan-Türkizmə keçişdir. Ona görə bizə pan-Türk desinlər və ya pan-Azərbaycanizm desinlər, desinlər bundan çəkinməməliyik. Bugün bunu da vurgulayım ki, Avrupa Parlamentində ən çox üzvü olan da pan-European Partidir. Yəni Avropada bunlar məşrudur da, demək orada xoş görülüdür də, Pan-Amerikanı yayla deyirik də, pan-Türk gələndə vəhşətə düşürük. Yox, pan-Türk ən müqəddəs sözdür. Bizə görə Türklərin vəhdətini, ittihadını istəyir və mən fəxr eləyirəm bir pan-Türk olduğuma, pan-Azərbaycançı olduğuma, Azərbaycanın ittihadı üçün, Türk'ün ittihadı üçün, vəhdəti üçün, birliyi üçün mübarizəmə fəxr eləyir. Buyurun. Salih bəy, yəni aynı zamanda siz həm pan-Azərbaycan və həm pan-Türk ola bilərsiniz. Çünki sizin stratejinizin ən qısa stratejist, yəni qısa zamanlı stratejist Azərbaycanın istiqlalı, orta iki Azərbaycanın birliyi və uzun vədəli stratejist Türk dünyası. Amma aynı zamanda belə nəzərə gəlir ki, siz həm Güney Azərbaycan panısız, sonra ikinci mərhələdə Azərbaycan, bütöv Azərbaycan panısız və sonra nəzərə gəlir ki, uzun vədədə pan-Türksüz. İndi bu üç dananı eyni zamanda yaşırsınız, birbirinin içində yaşırsınız, yoxsa mərhələ-mərhələ yaşayacaqsınız? Hangisini yaşırsınız? Əlbəttə ki, mərhələ-mərhələdir. Mən sizə əvvəl bir məsələni açıqlayım. Baxın, bizdə də Azərbaycançılıq və Türkçülük, ya pan-Azərbaycanlıq və pan-Türkizm. Azərbaycançılıq eyni zamanda elə Türkçülükdür. Çünki Azərbaycan çoxunluqda Türkdür. Azərbaycan Türkdür. Amma Türkçülük zərurətən Azərbaycançılıq mənasında deyildir. Bunun farkında olmalı. Ona görə biz deyirik ki, Azərbaycan. Fərqi nədir? Yəni o iki Farkı budur ki, baxın Türkçülük, Türk bir geniş bir kavramdır. Geniş bir coğrafyaya yayılmıştır. Zərurətən Güney Azərbaycanı içine alıp, yani Güney Azərbaycanla məşğuldur ya değil, yani belə bir məsuliyyəti yok. Ama Azərbaycançılıq dediğimizde, çünkü Türk dünyasının bir parçasıdır, eyni zamanda biz elə o Türkçülük, yani Azərbaycançılığın içinde Türkçülük mevcuttur. Ama Türkçülüğün içinde zərurətən Azərbaycançılıq yoktur. Yani Türkçülük ola bilərsə desin ki, Türk dövlətlərini birləşdirir. Bugün Azərbaycan dövlət deyil, Güney Azərbaycan. Və o yüzden de biz deyirik ki, Azərbaycançılıq pan-Azərbaycanizmdir. Pan-Azərbaycanizm eyni zamanda pan-Türkizmdir. Ama mərhələ olarak birinci övləviyyəti Azərbaycanın vəhdətidir. Bu vəhdətindən
Türk ittihadına, Türk vəhdətini sağlamağa və əsasında da kilit bir mərkəzdir Azərbaycan. Ona görə mərhələ, mən əvvəldə izah elədim ki, birinci, biz indi demək, birinci və əsas hədəfimiz, əsas fəaliyyətimiz Güney Azərbaycanın qurtuluşu və dövlətçiliyi, dövlət olması. Bu dövlət olandan sonra bütöv Azərbaycan, yəni 2000-ci mərhələ fazı başlayır. Ondan sonra 3-cü. Amma eyni zamanda biz Türk dünyasının mənfəətlərini də savunuruq. Amma öncəliyimiz o deyil. Məsələn də Təbrizi unutaq ki, məsələn, indi Türk dövlətlərindən danışaq. Təbriz dövlət olmuyor. Onu unutaq. Yox. Eyni zamanda elə Azərbaycan Cumhuriyyətinin də mənfəətlərini qorumağına mükəlləflik fəaliyyət edirik. Amma əsl hədəfimiz nədir? Əsas hədəfimiz Güney Azərbaycan. Yəni, deyək ki, məsələn, gücümüzün 90% Güney Azərbaycanadır. Güney Azərbaycana həsrdir. Qalan hissəsi Türk dünyasına, Azərbaycan Cumhuriyyətinə, Türkiyə Cumhuriyyətinə, başqa cumhuriyyətlərinə və sairiyə yeri, məkanı, zamanı gələndə, ehtiyacı duyanda fəaliyyətə keçir və orada öz mövqeyimizi qoyuruq, öz gücümüzü nümayiş edirik, mənfəətlərini, bu dövlətlərimizin mənfəətlərini savunuruq. Bu mərhələ, yəni Güney Azərbaycanın İstiqlal Partiyasının baxışından bu mərhələlər üzərində və bir çox təşkilat da, yəni Azərbaycan təşkilatlarının çoxu da elə eyni düşüncə. Buyur. Çox sağ olun. İndi bir dənə qavrama yetişirik. O da budur ki, yəni bu sözləri bu hududən bir saata yaxındır danışırıq. Bu nəticəyə yetişirəm ki, bizim bir iddəmiz bunları bilmirik. Bir iddəmizdə bunları bilirik. Bunun bir ad qoyublar üstünə. Münəvvərül fikr, ziyalı, roşən fikr, nə bilim, aydın. Bunlar bu sözlər. Sizcə aydın nədir? Aydın kimdir? Çox sağ olun. Bu aydın məsələsi ilə ziyalı və roşən fikrlə savadlı böyük ölçüdə yanlış salınır. Yanlış hesablanır. Savadlı o adamdır ki, gedir, oxuyur, bir savad öyrənir, bir təxəssüs öyrənir. Məsələn, olur, doktor olur, riyaziyyatçı olur, nə bilim, kompüter uzmanı olur və ya mühəndis olur, hər nə olursa. Bu savadlıdır, savad öyrənmək. Bu savad öyrənən ola bilər aydın olsun, ola bilər aydın olmaz. Aydın o toplumun, hangi toplumdan danışırız? Məsələn, riyaziyyat aydını desək, təbii ki, onu deyək ki, məsələn, riyazi mütəxəssislər gətirib qoyacaq, deyəcək, bu riyaziyyatın ən parlaq aydınlarından birisidir. Amma biz ictimai bir fenomen olaraq, demək, milli bir məbhəs olaraq, söyləm olaraq aydından danışanda, demək ki, bu milli maraqları, milli mənfəətləri, milli düşüncəni, milli ideolojunu mənimsəyən, bunu bilən, bunu demək, ürətə bilən, bunu öyrənib öyrətə bilənə, bunun mənfəətlərini təşxis verib, zərərlərini, dostunu və düşmənini tərifləyə bilən bu millətin aydınıdır. Milli aydın Güney Azərbaycan baxışından deyəndə, Azərbaycan mənfəətlərini, baxın, Azərbaycan, Güney Azərbaycan deyəm, Güney Azərbaycan mənfəətlərini, bunu da üniversitədə filan da zaten öyrətmirlər. Yəni, belə bir şey yoxdur. Hələ ki, elmi olaraq bir danışqada, məsələn, Azərbaycançılıq dərsi desinlər, yoxdur. Yəni, Güney Azərbaycan mənfəətlərini nədir desinlər, orada gedib siz bir tez yazasız, doktor alasız, yoxdur. Olacaq gələcəklər daha, amma bu gün yox. Demək, və bunu başqa yerdən də götürüb eyni şeyi gətirib burada injektə eləmək də olmaz. Yəni ki, ictimai fenomenlər belə deyil ki, siz məsələn, duraq gedək, məsələn, Kubanın, Nikaraguanın, bilmirəm, və ya məsələn, gələk əsən öz bölgəmizdə, deyək, məsələn, Kosovonun
ya Bosniyanın təcrübələrini gətirək Təbrizdə, Azərbaycanda piyadə edilib. Bu tutmaz. E, Ola bilər, məsələn, bəlli ölçüdə uyarlıq olsuna. Ona görə bunu tanıyan, bunu təhlil edə bilən, buna çözüm tapa bilən, bunu uğrunda fikir ürətə bilənə biz aydın deyirik. Ama bizde maalesef bir yanlış düşünce var. Mesela 4 tane de türeli çekmeyecek kadar ləqəblərə qoşulda doktor, profesör, mühendis filan behman düzünlə dalısıca adını çəkirlər, görürsən ki, etibar tapdı. O deyəndə məsələn mənim qəşəng yadımdadır. Biz İnqilab dönemində mesela dedilər ki, təhlil edirdik da. Baxırdıq böyle gördük ki, bilmediler. Sen ne təhlil edirsin? Yani İnqilab eləyirdik da, sual verirdilər, yəni də təzahürat edirdilər. Amma oturdu mesela desin ki, niye bu cür təzahürata gəlmişdi? Cevabı yok idi. Bu öndə gedənlər deyil ama ümumiyyətlə millət bu məsələlərlə məşğul olmaz. Aydınlarını istəmir. Bizə görə aydın, mesela siz görmezsiniz bir dənə Amerikada mesela dursun desinlər, Biden'ı ya mesela ne bileyim Trump'ı ya Obama'nı çağıranda ya Clinton'u gelsin onun üniversite şeylerinde yapıştırsınlar o dibine. Diyorlar Amerika prezidenti mesela Obama, Michelle Obama'dır. Ama mesela gelende doğuya gelende demek özellikle de İran, Afganistan bu bölgelere gelende, Pakistan bunlara gelende görürsünüz ki mesela azı döktür, mühendis filan yapıştırıp birbirine ve onunla itibar tarifli. Bize göre aydın ve savadlının fərqi vardır. Hər kəs savadlı ola bilər, hər kəs gedib oxuya bilər. Amma hər oxuyan aydındır. Qədimdə bizim bir məsələ deyirlər, hər oxuyan Mallaxudaverdi olmaz. Hər oxuyan əcəba aydın mıdır? Hər doktorası olan, hər üniversiteye gedən əcəba aydın mı olur? Əcəba bugün İranda, mesela Təbrizdə bizi şikəncə edənlər üniversiteye getmir, bir üniversiteden çıxmır. Bunlarla dağın daşın dibindən çıxadıblar, gətiriblər. Bunlar məmləkəti idarə edirlər. Baxın, bunlar taşlı strateji çəkirlər. Oraya qoyan fərmanda, bu oxuyub da, fərmandarlıq oxuyubdur, idarəçilik oxuyub, müdiriyyət oxuyub, falan oxuyubdur. Amma aydın olmayıbdır. Çünkü Azerbaycan olsa aydın olsaydı, Azerbaycan'ın menfaatlerini təşkil edəcək. Ayrı bir şeylerin menfaatinde, peşinde. Biz ona göre savadlı ile aydının bize göre tarifi farklıdır. Azerbaycan milli aydını o şəxsə deyilir ki, Azerbaycan'ın menfaatlerini təşkil edebilir, öz fikrini, beynini İran o demek injekte elədiyi İran mənşəsi zehniyyətindən xilas edir. Baxın, məsələn, bizim indi baxırıq görürük ki, birçokları həqiqətən, yəni məsələmiz budur var bizim. Azərbaycan aydını problemimiz var. Məsələmiz budur ki, birçokları özlərini Azərbaycan aydını bilirlər, amma İran zehniyyəti ilə. Hələ İrandan xilas ola bilmirlər. O bir Fars kimin ne deyirlər, təhlil edirlər veya kopya edirlər. Məsələn, görürsünüz ki, mesela bir tane şuar verilir Fars mərkəzli hərəkətlərdə. Onu görürsən ki, məsələn, uzaq başı onu Türkiye'ye çevirir. Bunlar bize göre Azerbaycan aydını değil. Aydın ola bilməyiblər. Yani ki, aydınlık bir prosesdir ki, o insan o ideolojini mənimsəyir. O milli ideolojini, Azerbaycan millətçiliği milli ideolojisini mənimsəyib və bu ideolojinin demək pratikə keçirərək Azərbaycan xalqını əsarətdən qurtulmağa mübarizə aparır. Bu da aydın. Bunu da hansısa Harvardda doktora alıbdır, ya məsələn Moskova Üniversitəsində alıbdır, ya məsələn Tehran Üniversitəsində alıbdır. Onlar milək deyil. Bunun düşünce tərzidir. Bunun təhlil, ortaya koyduğu o təhlildir. Onu bize bu meselenin yani milli aydın olduğunu, mərkəzçi aydın olduğunu, İrancı aydın olduğunu veya sen qaranlıqların simgəsi olduğunu göstərir ki, bizim mesela indi Azərbaycanda məyə doktorası olan az mıdır? Veya
nə qədər Azərbaycanın təhsil kədəsi üniversite qurtaran var. Çox böyük ölçüdə. Acaba bunlar milli aydın mıdırlar? Bunlar aydın olublar mı? Dediğim kimi, ixtisas bir şeydir ki, siz hər kəsi qoya bilərsiniz, gedib bir il aşağı yuxarı tez ya gec, 2 yıl tez ya gec onu alacaq. Məsələn, bəzən görüm deyirlər ki, rəisiyə deyirlər ki, savadsızdır. Məsələn, 6 klas savadı var. Yəni, məsələn, bu rəisi dünən nə gəlib, məsələn, istəyəm bir dənə misal da, o rəisi bizim düşmənimizdir. Hətta ona da belə yanaşında, o pəncərədən yanaşılır ki, o klasik zehniyyətçi yaranıb ha. Məsələn, gələk Aydının tərifi budur, doktorası ola, filan danışıqdan qutulmuş ola, filan yerdən qutulmuş ola. O indi tərsinə də desə, yanlışı da desə, elə qəbuldur. Mən qəşəng yadımdadır ki, bizim Gərgərdə görürsən ki, birisi Amerikada gedib oxuyubdur, mühəndis olubdur, gəlib heç Gərgəri də görmür. İndi Tehranda işləyir, Gərgərdə məsələn birisi istəyir qızını ərə versin, gedi ondan soruşur ki, filan kəs istəyir, nə məsləhət bilirsin? Deyənlər məsələn ondan nə soruşur? Doktordur da, o bilir. Amerikanın zadı görübdür. Amerikanı görüb, Amerikanı oxuyub. Ama o nə Gərgəri bilir, nə o qızı bilir, nə qızın dədəsini bilir, nə oğlanı bilir, oğlanın dədəsini bilir. Bunu gelib o bakkaldan soruşsan sənə qəşəng fikir. Çünki o bilir, o görür orada. O məhəllədə görür da bunu. Ona göre yani o aydın məsələsinə gələndə bizdə bir karıştırma vardır. Mesela savadlı ile aydını karıştırırıq və belə bilirik ki, mesela hər kəs üniversiteye getdiyə məsələn bir doktorası var, demək ki aydındır. Bu zərurətən belə deyil. Bizim Azərbaycan milli hərəkatında aydın dediğimiz o insanlardır ki, Azərbaycanın yani aslında İran zihniyyətindən boşanmış, o demək İran tufalələrini beynindən yıkayıb, təmizlənib, o beyin yıkamasından özünü qurtarıb və Azərbaycan mənfəətlərini mənimsəmiş, tanımış, təşxis vermiş və bunlar üçün çözüm axtarır. Onların çözümünü tapmış olur. O da aydın. Buyur. Gözəl, gözəl. Bu son tərif məni razı saldı. İndi bir də insanlar vardı. Türk, ərəb, bəluc, türkəmən, hər kəs Qəşqayı filan İran mənafeyin, Fars mənafeyin. Əlbəttə çox adamlar İran ilə Farsı ayıra bilməyiblər hala. Yəni bilmirlər ki, bunlar ikisi birdir ya bir deyil. Bunu yəni aydınlıq elə deyir ki, yox İran yəni biz də varıq, məsələn filan. Siz burada bunları aydın görürsünüz. Kimin aydınıdırlar? Yəni məsələn deyək ki, bir dənə Təbrizdə Cəvadi Təbai var. Məsələn, ya Azəriha var. Bunlar həm savadlıdırlar, həm də məsələn çoxlu ciddi məsələləri düşünürlər. Yəni bu bir vaqiiyyət ki, ciddi məsələləri düşünürlər, ortaya qoyurlar. Məsələn Azərbaycanlılar nədir silah? Məsələn Azərbaycanlılar nədir Azərbaycansızlaşdıraq? Nədir bunları Türk dünyasından bunları düşünürlər. Yəni bir ayrı bir şeyin ki adı İran'da onun milli mənafein öz millət, bizim millətimizin, yəni cənabınızın və mənim inandığımız millətin mənafeindən üstün görür. Siz bunları da roşənfik görürsünüz ya yox. Aydın görür. Onlar bizim roşənfikimiz deyirlər. Onlar bizim aydınımız deyirlər. Onlar o aydın. Yəni onları aydın bilirsiniz ya yox, sonra onlar kimin aydını? Onlar qarşı tərəfin, bilirsiniz, aydın fəqət elə bizə aid deyil ki, onlar qarşı tərəfin mənfəətlərini təşxis verib, mənfəətləri üçün, hətta başqa millətləri yox eləməyə qədər, gedəcək qədər, cinayət işləyəcək qədər şəxslərdir. Bunlar fikir ürətənlərlə, teorisyenlərlə, döktrinlərlə ki, o tezləri verirlər. Biz Azərbaycan aydının dedik ki, o şəxsə deyirik ki, Azərbaycan mənfəətlərini bilir. O birisi bölümdə onlar bizim gözümüzdən aydın mı sayılır, deyil, bu başqa bir bəpəsdir. Bizə görə onlar bir cinayət teorisyenlərdirlər və o cinayətlərini, işğallarını genişləndirmək üçün, dövlətlərini genişləndirmək üçün tabii ki, o cəbhənin mütəfəkkir düşünürləridirlər, ürəticiləridirlər. O cəbhəni bizim deyil.
Tamam. Buyur. Tamam, təşəkkürlər. İndi bir başqa bəhsə keçək və o da bu olsun ki, bu arada bir də daha ittiham var. Yəni Panı danışdıq, Aydını danışdıq. İndi bunlar hər ikisi də ittiham ola bilir. O da şeydir, təzyiyə tələblilikdir. İranda bir ittiham çox da yaygındır, Panın yanıncandır. Yəni Pan məsələn təzyiyə tələb kəlməsi qanunda gəlibdir, cürmüdür. Amma Pan kəlməsi qanunda yoxdur, bəli cürmüdür. İran bunu bilmirəm niyə cürmü tuturlar məhkəmələr, cəlibdir qanun ziddinə keçirlər, öz qanunlarını nəzirlər. Amma hər halda bu təzyiyə tələb, siz təzyiyə tələbsiz, nəsiz və təzyiyə tələblik nədir? Siz bu qonunu necə görürsünüz? Əvvəla təcziyə bir vahid bir şey bölünəndə ona deyirlər təcziyə. Yəni bir dənə deyək ki, İran bizə görə bir dənə siyasi kimlikdir, təhmili bir kimlikdir və siyasi kimlik zərurətən bir vahid deyil. Bu səyyaldır. Böyüyər, kiçilər, azalar, çoxalar, sabah baxarsınız məsələn başqa yerlərə qatar o coğrafiyasına, necə ki məsələn indi Rusiya o böyüklükdən düşdü gəldi oldu Rusiya və indi başlayıb məsələn Ukraynanın bir hissəsini Krımı qatdı və o birisini qatdı. Yəni bu siyasi coğrafi böyüyüb kiçilər. İran bir vahid coğrafi deyil ki təcziyə burada işlənilsin. Bu özü bir qələtdir. Çünki əsasında İran adlanan yer millətlərin parçalanması ilə qurulur. Yəni burada baxın, Azərbaycan ikiyə bölünübdür. Bir hissəsi dövlətdir, bir hissəsi İranın işğalındadır. Ərəblər, Hakeza, Bəluşlar, Türkmənlər, o tərəfdə bizim Türkmən dövlətimiz var. Bu tərəfində deyir ki, sən burada sizə dövlət olsan, buranı təcziyə edirsən. Bu, onların vurduğu ittihamdır. Biz aslında İranı bilmirik ki, özümüzü təcziyə edir. Onlar heç özlərini İranlı bilirlər, onlar bizi təcziyə tələb yox. Biz istiqlalçı, biz işğalda, Azərbaycan işğaldadır. Bir qüvvə Azərbaycana aid olmayan bir yerdən gəlib fasla buranı işğal edir və bugün o demək Azərbaycanda hakimiyyət sürür. Biz onu vurup oradan çıxardıq. Biz bir ayrı götürüb aparmırıq. Ayrı bir yerdən qopartmırıq. Onlar gəlib bizim toprağımızı alıblar. Biz təcziyə tələb deyil, istiqlalçıyıq. İstiqlal tələb. Yəni buna istiqlal deyə bilmirlər. Buna görə ki, istiqlalı desələr, nədən istiqlal alsa? İşğaldandır. Əvvəl deyək onda necə bəs bu istiqlal varsa, o fəlsəfədə budur da, bir isbat var, illət və məlul var da. Bu istiqlal deyilsə, demək ki, səbəbi var da istiqlal deyil. Demək ki, işğal vardır ki, istiqlal deyil. Ona görə bizə istiqlalı demirlər. Deyirlər, təcziyə tələbdir. Desələr ki, bunlar istiqlalçıdır. Birinci sual ki, zehnə gələcəkdir. Herkes deyəcək ki, bəs bunların istiqlalı bir cür aradan gedibdir. Demək, bunlar işğal altındadır. Yəni, işğal zehinlərə gələcək. Bunu səfsətə eləsinlər, məğlət eləsinlər, gələnirlər, deyirlər, təcziyə tələb. Demirlər ki, bunlar biz gedib torpaqlarını işğal eləmişik, hər şeylərini məhv eləmişik, dillərini dağıtmışıq, tarixlərini dağıtmışıq, hətta içlərində özlərinə bir nifrət yaratmışıq. Yəni, həqiqəti bunu eləyiblər da, içlərində özlərinə bir nifrət yaratmışıq. Bunu demirlər, deyirlər ki, bunlar təcziyə tələbdir. Biz təcziyə tələb deyil, biz istiqlalçıyıq və bunu da kimsədən tələb eləmirik. Fars işğal qüvvələrini vurub, Azərbaycandan çıxadıb, Güney Azərbaycan istiqlalını eləyib dövlətini quracaq. Bu qədər. Siz onda bu tərifə görə Azərbaycanı təcziyə olmuş görürsünüz, türkəmənləri, bəluçları təcziyə olmuş görürsünüz, yoxsa işğal olmuş görürsünüz? Bunu nə cür görürsünüz? Güney Azərbaycan. İşğal altındadır. Azərbaycan, İran, biz Güney Azərbaycandan danışırıq. Güney Azərbaycan, İran işğalındadır, Türkmənistan İran işğalındadır. Bəluçistan üç yerə bölünübdür. Ərəblər hakeza, Azərbaycan, bəli, Güney Azərbaycan, İran işğalındadır. İndi dediyimiz kimi bu siyasi dövlətçilik, dövlətlər çəkişməsində parçalanıb, təcziyə olunubdur. Ancaq
Azərbaycan eyni zamanda dövlətçiliyini də itiribdir. Və İran işğalının, indi Quzey Azərbaycan öz dövlətini təkrar bərpa edərək istiqlalını əldə edibdir. Ən azından, yəni, və bu parçalanmanın bir mənfəəti də bizə bu idi ki, heç olmasa bir tərəfdə bir dövlətimiz var. Orada o dövlət qurula bildi və təbiidir ki, bunun Güney Azərbaycanda da təsiratı o dövlətçiliyə gətirib çıxaracaqdır. Azərbaycan, Güney Azərbaycan təcrübədən ziyadə, yəni ikiyə bölünübdür o qüdrətlərin savaşı nəticəsində. Bu da Azərbaycanla demək Rusların savaşında olub. Yəni İran filan şey deyil. Azərbaycan hökmranlığı Qacarların dönəmində, Qacarlarla Çarların savaşında Azərbaycanın ikiyə bölünüb. Ancaq Pəhləvi dönəmindən Türklərin hakimiyyəti, demək, hakimiyyəti kudeta vasitəsilə ələ keçirilib. Bundan sonra özəlliklə də milli hökumətdən bu tərəfə rəsmən Güney Azərbaycan ordu çəkilərək minlərcə Azərbaycanlı, 50 minə yaxın Azərbaycanlını qətlam eləyərək Azərbaycan işğal olub. Əslində özləri də bunu işlədiblər. Yəni İran demək generalları ki, demək xatırat şey yazıb, Zəncənə yazıbdır da xatıratında. Əslində qan-bəqan, qədəm və qədəm o işğalı deyir ki, filan yeri işğal elədi, filan yeri işğal elədi, filan yeri işğal elədi. Ardabil mesela Azər'in 27'sinde işgal oldu. Mesela Zəncan ne zaman işgal oldu? Hamısını değil, özləri də bu işgalı değil. Ona görə Güney Azərbaycan milli demək 1325'ten bu tərəfə rəsmən hərbi baskı ilə, qətlam ilə işgal edilmişdir və işgal altındadır. Görür. İndi bu işğal siz sümürgə ya istemarla da bağlırsınız ya bağlamırsınız. Bu bir məsələ. Bir də ki bizim ziyalı adlandırdığımız, aydın adlandırdığımız Güneylilər ya danışırlar bu məsələdə. Deyirlər ki normalda bunlar bu cür təhlil edirlər. Azərbaycan daxili istemar altında ya daxili sümürgə altındadır. Siz bunu necə görürsünüz? Bizim acaba daxili istemar adında bir şey var, xarici istismar var, yoxsa bir başqa bir termlər var. Siz bu qəziyyəni üçün işğalla istemarın bir ilgisi əslən görürsünüz ya yox? Sümürgəçiliklə işğalın arasında. Sonra da bu daxili istemar və xarici istemar bunlar nədir? İstemar əsasında demək özü bir məğlətədir. Yəni istemar sözü ki, əslində mənasına baxsaq, yəni ki, abad eləmək adı ilə gələn bir məsələdir. Əslində əsarəti daşıyandır içində. Yəni bu cür məsələn deyirsiniz, Amerika gedir, Ərağı bombardıman edir, bir şəhəri yerinə silir, deyir, demokrasi gətirir. Deyir. Yəni, eləyir bunu. O da istemar da ölçüdür. Deyir, gələm abad edin. Əslində hər şeyin məhv edir, dağıdır, bir kölə bir vəziyyətə salır. Bu hələ o kələmənin özünün işimiz yoxdur. Amma o zehniyyət deyir ki, istemar daxili. Bu zehniyyət özünü tərifləyir. Yəni bu hələ özünü İranlı bilir, özünü o coğrafini bir vahid bilir, o vahidin bir parçası bilir və deyir ki, burada daxildə mənə zülm olur. Amma biz deyirik ki, burada bir xarici işgal vardır. Xarici istemardır, daxili deyil, istismar deyil, bəhrəkeşlik deyil. Bunlar təbii ki, nəticədən sökür, sömürür, aparır, amma bunu yerli bir dövlət deyil. Yəni, mənim dövlətim eləmir ki, Azərbaycan dövləti bunu eləmir. Başqa yerdən biri duracaqdır, Farsistandan, Fars dilində gəlib, buranı sökür, qanun qoy mənə, mədəni götürür, aparır, İsfahanda düzəldir, ya Təbrizdə də düzəlsin. Pulu kimə gedir, hara gedir, aparır Lübnanda xərcləyir, başqa yerdə xərcləyir, İranın mənfəətlərini yaymaq üçün. Yəni ki,
o zehn içindeki istismarı daxili, o bu zülmü görür, ama çünkü özünü işgal altında olduğunun farkında olmadığına göre ve beyin olarak e, özünü İranlı bildiğine göre de istismara daxili, biz de istismara daxili istismar olmuşuq. Daxili istismara qarşı mübarizə. Onların qurtuluş məsələsi yoxdur. Onların coğrafi məsələsi yoxdur. Onların vətən məsələsi yoxdur. Onlar vətən elə özlərini İranlı bilirlər ki, istismara daxilidir. Biz istismara daxili o zaman deyə bilərik Azərbaycanda ki, Azərbaycanın dövləti olar. İndi məsələn deyək ki, Təbriz gələ məsələn Ərdəbilin payını yiyə. Bura bir vahiddir. Onda deyirlər ki, bu istismarı daxilidir. Ya məsələn Ərdəbil gələ məsələn Xoyda sökə mədənləri aparan. Ona deyirlər istismarı daxili. Bu Azərbaycanın aid olmayan bir qüvvə kənardan durub gəlibdir. Azərbaycanı sökür aparır. Bu necə istismarı daxil olur? Mən yəni ki, biz beyin olarak özümüzü ona bağlı bilir. O yüzden de istismar daxili, istismar sözlerini işledenler beyin olarak o aydın tarifindeki bayaqlar dedi, Azərbaycan aydını değil, İran aydınıdır. İran aydını belə düşünər. İran aydını deyir ki, burada mesela o xalqın hüququnu tapdalanıbdır, orada ədalət sağlanmalı. İran aydını belə düşünər də. Amma Azərbaycan aydını bunu görəndə deyir ki, bu aşar burada neyini? Bu mədəni sən niyə sökürsən? Bu mədən Azərbaycanlındır. Bunu Azərbaycanlı eləməlidir. İndi Azərbaycandan xaric bunu istərsə Amerikadan gəlsin eləsin, ya İsfahandan gəlsin eləsin. İkisi də yaddır. İkisi də ölkədir. Heç birinin burada haqqı yoxdur. Nəticə etibarilə istismarı xarici vardır. Yani Azerbaycan'da istismarı harici var. İstismarı harici var. Daxili istismar olsa, onda dersin ki, mesela diktatorluqdur. Burada bir tane diktator var Azerbaycan'da. Azerbaycan dövləti var. İndi şahıdır, nələrdirsə. Sökür, talır. Mesela bu pulları yığır özünə, öz klanına xərcləyir, öz tayfasına xərcləyir. Ya mesela bəlli bir kəsimə xərcləyir. Ama başka millet mesela acındadır. Onda deyəsən ki, istismardır, daxili istismardır. Azərbaycanın dövləti olmadığı süreçte bunlar sökülürsə, bu haqlar çapılırsa, burada bu zülmlər olursa, bu istismar xaricidir. Yani xarici bir qüvvədir. Və onda mənası sadə dilimizdə, indi ərəbcədən gedib deyə, bizim dilimizdə nədir sadəsi? İşğaldır. Gəlib işğal edibdir bura. Ona görə biz o terminləri kabul edemirik ve o terimleri işleyenlerin de eminim ki bir süreden sonra, yani bir zaman içinde, indi onlar da olmasa gelecek kuşak o terimlerden uzaklaşacaktır. Çünkü bunlar hemen kesimdiler ki biz Azerbaycan, Güney Azerbaycan deyəndə onlar dediler Azerbaycan'ı İran deyil. Bunu da kerahatla, dişine, gizli deyil Azerbaycan'ı İran. İndi onlar nə deyirlər? Onlara görə buranı Azərbaycanı İranın bilənlərə beynindən də bu istismarı daxilidir, ya istismarı daxilidir. Bizə görə istismardır, apaçıq, apaydın istismardır və dediyim kimi bunu İngilistandan gəlsin ya Farsistan gəlsin fərq eləməz. Özgədir, buna aid olmayan birisi. Buyur. İndi burada bu bir dənə qavramın arasında mən getdim, gəldim, siz danışırdığınız, yəni bu bir saatdan da biraz çoxdur danışırıq, bir saat yarım üst üstə. Bu zamanda getdim, gəldim. O da budur ki, bəzən İran danışırıq. İran bir kompleksidir bugünkü gün. Sizin fərmayışınız üzrə işğaldan kompleksidir. Yəni bu mürəkkəb bir şey ki var da adına İran deyirlər bu günləri. Bu Azərbaycanın, Türkmənin, Qəşqayının, Ciləkin və o birisi millətlərin, Bəluçun, Ərəbin işğalı ilə düzəlibdir. İndi burada İran qavramını siz nə cür görürsünüz? Yəni biz İran işlədəndə bu qavram biraz mənə əcib gəlir. Məsələn deyirik İran düşünürü. Bu İran düşünürü haradır? Nəmə nədir? Nə cür bir şeydir? Bunu necə düşünürsünüz? Qavramını
Nə cür izah edirsiniz? Biz desək, indi biz deyirik ki, Azərbaycan və İran. İran bərabərdir Farsın. Azərbaycan da bərabərdir Türkün. İran adını deyəndə Fars adını başlıyor. İndi Fars adının zərurətən Fars olması mənasında deyil ha. Beyinsel olarak Farslaşmış. Fars eğitimi, Fars kültürü, Fars o injekte elədiği, pompaj elədiği fikirlerle üretilmiş, onun üniversitelerinde beceritilmiş. Ne öğretecek? Üniversitede Türkçülüğü öğretmeyecekti ki. Azerbaycan menfaatini öğretmeyecekti ki. Onun yetiştirdiği demek adın olur ne olabilsin ki mesela Kürt olsun için. Ama Fars hegemonluğunun, Fars demek hakimiyetini korumak, Fars menfaatlerini korumak içindir. Ama bir riyakarlık ediblər, İran, Fars sözünü işlətməyiblər, İran zadı qoyublar. Görsən desən, zəbanı İran, Fars. Musiqi İran, Fars. Menfaat İran, Farsın menfaati. Hünər İran, Fars hünəri. Yani şehir İran deyəndə gəlib demək Türkçe şeiri qoymurlar ki. Gedir Hafızın Səhədinin Firdevsunun şeirlərini Nimanın bunun o bilsin. Ona göre İran kavramı bir aldatıcı yani bu milletlerin hassasiyetini yatırmak içindir. Fars sözü dese bunu bir Türk kabul edemez diye. Fars değilmiş. Adını Fars koysa bu bize yaxşıdır. O bilir ki adını Fars koysa ne olacaktı? Bu diyecek ben Fars değilim, o benim değil. Yani o özceliği rahat hissedeceksin. Ona ceceli bir ayrı örtü adında. İndi hatta İslam'ı da əlavə edibdir. İslam örtüünün altında, qardaşlıq mesajı altında aldatmağa, əritməyə, yox eləməyə çalışır. Ona göre İran bizim baxışımızdan, İran bərabərdir Farsla ve bu davada bizden baxanda, Təbrizdən baxanda Azərbaycanla İranın savaşıdır. Ve İran Fars olduğuna göre Azerbaycan da Türktür. Yani Farsla Türk'ün savaşıdır. Ve bunların da birinin varlığı o birisinin yokluğuna kurtulacak. Yani siz onlar ki yerlerde Azerbaycan İran'da da yaşayabilir falan. Bunlar absürt sözlerdiler. Bunlar hakikaten çok uzakta. Yalanlardılar. Mümkün değil. İran varsa Azerbaycan yoktur. Yani yok eləməyə gelibdir. İran quruluşundan bu yana Azerbaycanı yok eləməyə gelib və böyük ölçüdə də bacarıbdır bunu. Azerbaycan ne derecede Azerbaycanı yok eləyiblər. Parça edibdir. Bir hissə topraklarımızda sən indi heç Azerbaycansızlaşdırılıblar. Tünsüzləşdiriliblər. Başqa millətlərə yerləşiriblər. Bir hissə yerlərinə Azerbaycan adı belə yoktur. İndi uşaqlar məsələn doğur orada işte Azerbaycan adına biganə. Sonra gelip böyle içine nüfusdan kalıptı Şərqi, Qərbi Azərbaycan. Ədəbli ayırdı, bu birisini ayırdı. Bu tərəfdən sabah gene de Batı Azərbaycanı istəyirlər bölsünlər. Yani yok eləməkdir. İran ve Azerbaycan dedik davasıdır. Birinin varlığı o birisinin yokluğuna sebep olacaktır. Yani bu yüzden de Farsla Türk'ün, Azerbaycan Türk'tür, İran'da Fars'tır. Farsla Türk'ün davasıdır. Ve demek ya təslim olup, əsimli olup, gedib demek farslaşacaq ya da buna direnip, vurup, topraklarımızdan çıkartıp müstakil olarak öz kimliğimizi koruyacak. Biz bunu seçmişiz. Biz deyirik ki burada İran kavramı altında ya İran zihniyeti altında bizi yok edən hər hangi bir adına. Ona göre de İstiqlal Partiyasının nizamnaməsində bir madde müşəxxəs bunu deyəcək. İran adlı devlet herhangi bir ad ve mahiyette olursa olsun biz kabul edemirik. Biz casın edəsinə İran demokratik devleti, İran Türk devleti, İran bilmem Arap devleti, İran sosyal devleti kabul edemirik. Biz Azerbaycan devleti istedik. Biz Azerbaycan merkezli, Azerbaycan menfaatlerine odaklı Azerbaycan devletini istedik. Ona göre İran bir yalan, qondarma, saxta bir kimlikdir.
əslində arxasında fars kimliyi yatıbdır, fars hüviyyəti yatıbdır, fars siyasəti yatıb və fars mənfəəti yatıbdır. Buyur. Bir dənə bir qavram yayılıdır bu millətlərin arasındakı İran adlanan siyasi bir varlığın içində olan millətlərin arasında bir yaylıq vardı. O da budur ki, İran tarixi bir varlıqdır və məsələn, ərəblər onun bir parçasıdırlar, həmişə bir parçası olublar. Azərbaycan onun həmişə bir parçası olubdur. Məsələn, Bəluçlar ya bunlar hamısı onun bir parçası olublar. Sizcə Azərbaycan İranın bir parçası olub, yəni bugünkü siyasi varlığın bir parçası olub tarixən, yoxsa İran adlanan torpaq Azərbaycanın bir parçasıdır? Nədir görürsünüz qəziyyəni? Azərbaycanın bir parçası deməyək, deyək ki, fəqət İranda deyil, böyük bir coğrafya, Hindistandan tutdu, Mısırdan, Musul'dan, Suriye'den, Irak'tan, bunlar uzun bir süre Türk hakimiyetleri, Azerbaycanlıların hakimiyetinde olup veya Osmanlıların hakimiyeti, elbette belli bir hissesi, Batı hissesi. Ona göre Azerbaycanlıların, Türklerin hakimiyetinde olan, yani en azından yazılı tarihte, mən bu tarix məsələsində çox işləmişim. Yəni bizim demək uzun bir süre Azərbaycan milli hərəkatında bu bəllirsizliyi gördükdə mən məcbur özüm təhqiq eləməyə başladım ki, bizim bu saxta tarixlər ki verirlər, İranın yazdıkları tarix falan, bunların içindən gerçəyə tapmaq çox da çətindir. O qədər qarışıq bir şey yaradırlar. Azərbaycanın hissəsidir deyək İran, bu doğru deyil. Amma Azərbaycanlılar, Türklər böyük bir coğrafiyaya, dedi, siyasi bir varlıqdır. O, qılıncının kəsdiyi qədər, silahının bordu qədər gedirdi, alırdı, hükümət eləyirdi, 100 il eləyibdi, 200 il eləyib, 500 il eləyib, hükümət eləyiblər. Bizlər ərəblərə də, Kürdlərə də, Bəluçlara da, Afqanlara da, Pakistanlılara da ki, onlar Hindistanın bir hissəsidir, o zaman Pakistan yox idi. Hindistana da və bu tərəfdən ərəb ölkələrinə də, Ruslara da hükümət eləmişik. Biz eləmişik. Amma İranlılar bizə hükümət eləməyiblər, Farslar bizə hükümət eləməyiblər. Bir, Zənd zamanında olubdur. 30 il Zəndilər hakimiyyətdə olublar. Demək, Sasanilər Azərbaycana yetişər-yetişməz. Yəni, Azərbaycanda Sasanilər bəlkiyə bilməyiblər. Onların da hamısının yığasız hamısı, yəni, nağılları ilə həqiqətlərini yığsaz, başı dibi nə olur ki, Azərbaycanın bu uzunluqda dövlətçilik və bu dövlətlərin də çoxu Türkmən, yəni Xorasandan təşkil tapıldı. Demək, Sasanilər Xəzərlərlə savaşırlar. Yəni bizim orada dövlətimiz var idi. Ərəblər gələndə Xorrəmilərlə savaşırlar. Xorrəmilər Xəzərlərin devamı. Xorrəmilər, indi məsələn bunu çevirirlər İran tarixində Xorrəm dini falan bəhman şey edirlər, mərifçilik edirlər. Mən bunun üzərində də özümün ayrıca araşdırmam var. Hatta kitabım da vardır. Yəni məqalədir, kitab formasında. Böyük bir şey değil, məqalə, böyük kitap değil. Nazik, ince bir kitapdır. Faktlarla göstərir ki, demək, orada Xəzərlər Ərəbləri, Ərəb ordusunu demək, Ərdəbildə məğlub eləyib. Yəni ki, burada Ərəblər gələndə, İslam gələndə burada Xəzər qüvvələri var. O Xəzərlər dağılandan sonra Xorrəmilər dağlarda bu dəfə nənirlər müqaviməti devam edib və Xorrəmi Babək hərəkatı başlayıb. Yəni ki, bunlar İran bizə hakim olmayıbdır ki və
ta Pəhləvilərə qədər, yəni Rıza Şaha qədər Təbriz əslində vəliəhdnişinidir. Yəni gələcək sultanı, ya padişahı burada yetişdirirdilər, göndərirdilər hökumət edir. Ona görə biz İranın bir hissəsi olmamışıq. Amma İrana, Azərbaycanla, İran yoxdur ki, İran adı təzə bir şeydir. Amma bu coğrafilərin böyük bir hissəsinə Azərbaycan kökənli dövlətlər, imperatorlar hökumət ediblər. Bunlar bir gerçəklərdir. Bunu kimsə dəyişdirə bilməz. Heç bir yerdə də silə bilməz. Buyurun. Doğru. Siz bu əvvəl deyim ki, dostlar, salam əleykum, gəlirlər, gedirlər, yazırlar. Mən Salih bəy ya qonaqlarımız hər zaman olursa o zamanlar danışmayacağam ki, onlar fikirlərini desinlər. Çox sağ olun. Salih bəy Kamranın cənablarında gördüm, salam yazıblar. Çox sağ olun Salih bəy, təşəkkür edirəm. Mən umuram ki, tamam partilərimizin liderləri və o adamlar ki, bura gələcəklər, bu proqrama qonaq olacaqlar, bir-birlərinin sözlərini eşitsinlər. Bu çox böyük bir inkişafdır. Məncə ki, eləyə bilək bir-birimizin sözümüzü eşidək. Təşəkkür edirəm tamam dostlardan. Bir də xahiş edirəm, lütfən linki yayın. Dostlarınızı dəvət edin, gəlsinlər. Önəmli bir tarixi bir iş görürük ki, İran tarixində belə bir şey, İran adlanan siyasi varlığın tarixində belə bir şey yoxdur. İndi cənabız söhbətlərinizdə bir Xorasandan ad apardınız. Bu Xorasan deyəndə bizim insanların zehnində bu Xorasanı bölüblər üç yerə o gəlir. O halda ki, Xorasan, tarixdəki Xorasan, bu Ustani Xorasan ki, indi olub üstünə bura deyil. Siz bu Xorasanı nə cür düşünürsünüz və hangi millət bu Xorasanda olurdu? Yəni, bu da önəmli. Buyurun. Xorasan dediği Türk dövlətlərinin əsas demək, çoxunun yəni oradan Xəzərin bu tərəfindən axıb gəlib və ya yuxarısından axıb gəlib. Xorasan Türk demək, ölkəsidir, Türk toprağıdır və bunu əlbəttə ingilislər demək Türk dövlətlərini Pəhləvilərin vasitəsilə və hətta Afqanistanda da Paştunların vasitəsilə çevirdikdən sonra o türksüzləşdirməyə çalışıblar, parçalayıblar. Neçə bölümə başqa millətlərdə yerləşdirsələr, bu Türk toprağıdır və zərurətən də Türk dediyimizdə həttəmən Azərbaycanlıdılar deyil. Biz demirik ki, Xorasan Azərbaycanlı. Ancaq Türk kökənli demək və bir Türk dövlətlərinin çoxunun da qaynağıdır. Buyur. Və bugünkü Xorasanı görürsünüz, yoxsa bu İran içində olan Xorasandır, yoxsa Xorasan o şimalda da var, yəni İndi coğrafi bölümünə, indiki coğrafi bölümünə mən danışmıram. Mən tarixən o bölgəyə, Xəzərin o hissəsinə Xorasan deyilir, doğu hissəsinə ki, orada böyük bir coğrafiyadır. Yəni, İranın bölüb bunu orada nələrsə ayrıbdır. Mən bunun haqqında danışmıram, yox. Tarixi Xorasan. Çox sağ olun, təşəkkür edirəm. Dostlar, tarixi Xorasan çox böyükdür. Tamam, çox istifaqən bugünkü Türk dövlətləri ki var üstdə, onlara da bu günləri şamil olur. Siz bu, hətta bəzi dizilər var, seriallar vardı, Türkiyədə oynayıblar. Bunları indi İranda farsca çevirirlər, yayırlar. Cəlib budur. O yerdə ki, məsələn, harad qoyduğum, məsələn, o Şirvan Şahzad olan yer, Xorasan. Orada deyir ki, deyişdiriblər, deyir, sən İranın şahı olacaqsan. O halda ki, o öz məntəqəsinin adını deyir, mahalın adını deyir. Çox cəlibdir. Mən bunları, bu şeyi gördüm. Hər halda, dostlar, buradan çalışdıq ki, bir xülasə əslində burada nə getəcək, onun %1'ini danışmışıq buradan. O şeyi ki, danışacağıq biz kollən partilərimizlə gələn 3 ayda onun %1'ini bu günləri buradan danışmışıq. Mən icazənizlə bir də qeydirəm indi başa Salih bəy. Biraz detaylı bu
danışdıqlarımızı və bunlardan çox danışdıqlarımızı bu gün və bu gündən gələn günlərdə oracan ki mümkündür danışacağıq. Siz əvvəldə özünüzü tanıtdınız, partinin adını tanıtdınız, hədəflərin, stratejilərini tanıtdınız ki, 3 stratejiniz var, qısa strateji, orta strateji və uzun müddətli strateji. Bunları tanıtdırdınız. Hizbin düzəlmağının da bir zərurətin, sizin bu Güney Azərbaycan İstiqlal Partisinin də düzəlişinin, quruluşunun da zərurətini sayırdınız. İndi mən sizdən bunu soruşum. Əslən, hizb nədir? İranda bu bəhs çox ciddidir. Yəni, mən özüm orada qazetçisi də olanda təhəzzub deyə bir qavram yaradıblar, bir söz yaradıblar. Çox da bunu çalışdılar, yerinə oturda bilmədilər. Yəni, bunu Səlamda çox çalışdılar, xüsusən ki, təhəzzub məsələsi. Sizcə, hizb nədir? Və zərurəti nədir hizbi qurmağın? Yəni, məsələn, təşkilatmaqdan hamı danışır, təşkilatlaşaq. Amma eyni halda bir çox adam bundan qaçır. Bu zərurəti nədir? Niyə istir təşkilatlaşaq? Hizblə təşkilatlaşmağın nə fərqi var ya fərqi yoxdur? Buyurun. Hizb əsasında bir demək, müşəxəs bir hədəf üçün ortaq düşüncəli insanların vahid ideoloji və vahid hədəf üçün, yəni qüdrəti ələ keçirmək, qüdrət olmaq üçün demək, təşkil olunub qurulan quruma hizb deyilir. Buna indi siyasi olaraq dəyişik terminlər işlədirlər, təşkilat işlədirlər, sazman işlədirlər, hizb işlədirlər, cihadı qoya bilərlər. Əlbəttə, cibhənin özünün cibhə mənasında demək istəmədim. Hətta hizblər vardır ki, cibhə adıyla. Yəni, bir hizbidir, adını qoyubdur cibhə. Məsələn, nə bilim, var bizim Azərbaycan İstiqlal Cibhəsi və ya məsələn, başqası da ya Milli Azadlıq Cəbhəsi məsələn indi qurulubdur. Əslində bir qrupdur, hizbidir indi, amma cibhə adını. Hizb dediyimizdə bizə görə, bizim tərifimizdə budur. Bəlli müşəxəs bir hədəf üçün, müşəxəs ideolojiyə dayalı bir nəfərdən çox, yəni bir cəmin fəaliyyətinə, ortaq fəaliyyətinə bir tüzük əsasında, bir demək, nizam əsasında, anlaşma əsasında, prensip əsasında fəaliyyətə hizbdir. Hizbin çərçivəsi var, həddi hududu var, qaydaları var. Bunun müxtəlif demək, hətta mühakiməyə qədər, disiplinə qədər uzantıları var. O fərdi demək, ya hərc-mərcin önünə keçmək üçün hizbləşmək zəruridir. Yəni, biz də bu səbəbdən Azərbaycan milli hərəkatını demək, fərdi bireylərdən və ya dəyişik yollarda deyək ki, hədəfsiz hərəkətdənsə bir hədəfə doğru yönətmək məqsədi ilə Güney Azərbaycan İstiqlal Partiyasını qurduq ki, demək, burada demək, xalqın rəyini, etimadını və himayəsini cəlb eləyərək xalqımızın, millətin himayəsi ilə, dəstəyi ilə gedib o işğalçını vurub çıxadıb və Azərbaycan dövlətini təşkil edə bilər. Hizb əsasında dövlət olmaq üçün, hakimiyyət olmaq üçün. Ona görə də biz dedik Güney Azərbaycan İstiqlal Partiyası və əlbəttə başqa qruplar da mənə görə eyni mahiyyətdədir. Yəni, dövlət olmaq üçün mübarizə edir, ya hakimiyyəti ələ keçirmək üçün və ya şəraiti dəyişmək üçün. Və buna da güc olmaq lazım, sistem qurmaq lazım. Bunu fərd eləyə bilməz, fərdi olmaz. Demək, qarşımızda bir sistem vardır, bunun ordusu var, bunun
demək, siyasi uzantısı var, bunun media uzantısı var, bunun üniversiteləri var, bunun ittilatı var, bunun polisi var, bunun iqtisadiyyatı var. Hər şey var. Sistemli olaraq bizim qarşımızda böyük bir sistem var. Onu çevirmək üçün, çıxartmaq üçün və ya gücü ələ etmək üçün biz də sistemə çeviririk. Ona görə hizb. Hizb yəni bu bizim tərifimiz. Sizin Aynı səfərdə bir mənə birinci saatı buyurun. Bir də siz danışın, mən bir dəqiqə buradan ayrılıb dönəcəm. Buyurun. Siz bizim Toronto vaxtı ilə biri 53 dəqiqə keçir. Sizin vaxt biraz bizdən 2 saat, yarım 3 saat fərqlidir. Ona bir baxın. Sizin appointment onu. Bəli, buyurun siz. Əziz dostlar, bir də salam ərz edirəm. Dostlar, xoş gəlmisiniz. Təşəkkür edirəm. Düşüncə Bağı adlı əslində bir think tank yaratmağa çalışıram. Bu think tank'i yəni başlamışıq. Think tank'in bilirsiniz, yəni o düşüncə otağı, otağı fikir farsça dedikləri, onu yaratdıq. O adını qoyduq Düşüncə Bağı və dedik ki, burada birinci projemiz bu Düşüncə Bağının birinci projesi bu olsun ki, Güney Azərbaycan və İranda yaşayan türklərin, siyasi partilərin gətirək bura və onlarla tanış olaq. Görək ki, nə istəyirlər, niyə qurulublar, kimlərlə qurulublar, istəkləri nədir, hara gedirlər, hara bizi istəyirlər götürələr, kimlərlə qurulublar, ya kimlərlə qurulacaqlar, türkü nə düşünürlər, türklüğü nə cür düşünürlər, xanı nə cür düşünürlər, Azərbaycanı nə cür düşünürlər, dövləti nə cür düşünürlər və çoxlu, yəni biz bir tamam bu partilərin düşüncələri ilə tanış olaq, stratejiləri ilə, nəxşələri ilə, yol nəxşələri ilə. Məsələn, istəyir Azərbaycan müstəqil olsun, istəyir Türk dünyası birləşsin. Bunun yol xəritəsi bu ki, biz bugünkü işğal durumundan ki, İran və Fars işğalı haqqında yox, buradan istiqlala və istiqlaldan Azərbaycanın birliyinə, ya Türk dünyasının birliyinə getməyi nə cür planlayırlar, bunları danışaq. Məsələn, xanımların, qadın haqlarını nə cür düşünürlər, uşaq haqlarını nə cür düşünürlər, qanunu nə cür düşünürlər, ədalət nədir, bunları danışmaq istəyirik. Bunun üçün partilərimizdən Güney Azərbaycanda olan və Qəşqayda olan, habelə Türkmənistanda olan, Güney Türkmənistanda olan partiləri dəvət eləmişik. Çalışırıq. Hər kəs də dəvət olunmayıbdır, tanırsınızsa, onu lütfən tanıdın, dəvət eləyək, gəlsinlər burada. Hər bir həftə, yəni 6 gün vaxt vermişik, bir gün istirahat edirəm mən özüm ki, zehnim hazırlansın. 6 gündə, hər gün 4 saat eləyə bilərlər, bu sorulara cavab verərlər. Sorular 500-ə yaxın, bəlkə də 500-dən çox soru var və dostlardan da soru gələcəkdir. Bu soruları biz soruşacağıq dana-dana və hamısına dana-dana cavab istəyəcəyik. Onun üçün partilər bu cür deyil ki, məsələn, dura gələ deyə mən bir parti qurmuşam, gələ burada deyə ki, tamam, mən bu soruya cavab verəmirəm. Sizin ideolojiniz olmalıdır, düşüncəz olmalıdır, sistematik olmalıdır, sistematik olursa yazılmalıdır və bu düşüncə difa eləmə imkanı olmalıdır. Yəni, bunu parti mənsubları bunları ciddi tutmalı, ciddi görməlidirlər. Bunun üçün bəlkə bu sistemi də yarada bilək ki, məsələn, indi mənim xahişim üzərinə birinci qonağımız Salih bəy İldırım cənabları, Güney Azərbaycan İstiqlal Partisi sözcüsü olaraq burada huzurları var. Mən umaram ki, bir gün içəridə də, İran adlanan siyasi varlıqda da Fars ola, Kürd ola, Ərəb ola, Bəluç ola, Türk ola, Azərbaycanlı, Qəşqay, hər yerdə olur olsun, durub ayağa bu İranlı partilərdən bu soruları soruşaq. Yəni, deyək ki, Azərbaycanlı partilərdən bu soruları soruşdular, bu cavabları verdilər. Siz cavablarınızı verin, görək, kimsiniz, əslən, nə edirsiniz, amacınız, stratejiniz nədir? Sizin üçün, məsələn, istimar nədir? Daxili istimar nədir? İstimar nədir? İşğal nədir? İran nədir? Məsələn, biz indi burada İranı tərif eləməyə çalışırıq ki, İran nədir, Azərbaycan nədir, o birisi millət nədir? Bunları, eyni bu soruları mən umaram ki, bir gün
cəsarətli bir qrup düzələr. İranda əgər səhv eləmirsəm, mən son zamanlarda bunun listəsini çıxartmışdım. Salih bəy, 120-yə yaxın parti var. 500-dən çox əncümən var. Salih bəy, 500-dən çox əncümən var. Yəni siyasi çalışırlar. Məsələn, Əncümən İslami Danıştruyanı filan bu siyasi varlıqdır. O siyasi varlığını aparır. İndi nə şeyini bu gərək bu soruların hamısına cavab verir. Yəni ola bilməsən deyəsən ki, mən bir dənə əncümən qururam, senfi əncüməndən danışmırıq. Məsələn deyək ki, başmaqçıların əncümən senfisi. Yox, o bəllidir, senfidir. Əkinçilərinki, mühəndislərinki. Amma o zaman ki deyir ki, məsələn siz də tərifinizdə işarə buyurdunuz. Deyir ki, mən isə qüdrəti, gücü ələ keçirdim, məclisə gedəm, burada siyasi olursunuz. Ya heç olmasa bir əhdəfim budur ki, mən məclisə gedəm. Dövlətə də ala bilməsə müəllimə məclisə gedim. Burada siyasi olursunuz. Siyasi olanda bu soruların hamısına cavab verməlisiniz. Çünki sən eləyə bilməsən deyəsən mən Əncümən İslami mühəndisanə mənə, amma gələsən deyəsən ki, mən məclisə də 10 dənə nümayəndə göndərmişəm, amma cavab vermirəm. Çünki mən məsələn mühəndislərin əncüməniyim. Yox, beləsi ola bilməz. Çünki sizin işləriniz də bunu göstərir ki, siz siyasisiniz. Siyasi olduğunuz zaman ya siyasi düşüncəni daşındığınız zaman siz bu sorulara cavab verməlisiniz. Tamam. Sizin bilirəm appointmentiniz vardı. Hər zaman o vaxtda yaxınlaşsaq lütfən mənə xəbər verin. Mən kəsərəm proqramı və siz o appointmentə apararsınız. Sonra yenə də biz bunu davam edərik. Dostlar, proqram bugün başlanıbdır. Hər həftə bugünkü gün başlanacaq. Yəni Təbriz vaxtı ilə cuma günləri başlanacaq. Çərşənbə günü qurtulacaqdır. Cuma axşamı istirahətdir. Cumadan o birisi parti gələcəkdir. Onun üçün də əgər dostlar istəsələr, mən bu partilərin hangi gün gələcəklər weblogumda və ha belə Instagramda, Telegramda bunu qoymuşam ki, hangi parti hangi günlər gələcəkdir, tarixləri dəqiq bəllidir. Dostlar oralara müraciət edə bilərlər. Ya məndən istəsələr göndərirəm, hər kəs də istəsə. Salih bəy, bəzi dostlarımız var, radiosu var. Boş gedir, musiqi aparır. Ya televizyonu var, boş gedir. Məsələn, online televizyonu var. Biz burada copyright qoymamışıq buna. Yəni, copyrightsiz bir proqramdır. Hər kəs istərsə, radiosu var, proqramı var, online canlı. Eləyə bilər ki, bu səsləri müstəqim yaysın, ya sonra götürsün, yaysın. Biz bunu copyright qoymuruq. Hər kəs eləyə bilər bu işə girsin və bu yaymaqda, bu səsi yaymaqda, bu aydınlığı yaymaqda getsin qabağa. Cənabınızdan bir daha soruşaq. Umarım ki, bu günləri eləyə bilən vaxtınız olsa, bu təşkilatlanma sistemi bölümünün ki, çox da sorusu vardı, bunu aparaq. Sizcə, əslən, niyə istirik təşkilatlaşaq? Yəni, təşkilatlaşmağın zərurəti nədir? Cənabınız öz təşkilatı işə, amma zərurəti nədir? Siz bu zərurəti nədə görürsünüz? Məsələn, cənabınızın partisi, cənabınızın mənsub olduğunuz parti istiqlal üçün çalışır. Biri də mümkündür federalizm üçün çalışır, biri də mümkündür işçilərin haqları üçün çalışır. Amma bir şey, amaçları, bu zərurəti nədir? Niyə istəyirlər parti qursunlar? Ya kimlər istəyirlər parti qursunlar? Bunları buyurun. Çox sağ olun. Zərurəti nədir? Əvvələn, bu zərurət sırfən İstiqlal Partiyasının qurulmasının zərurəti midir, yoxsa partinin zərurəti? Yəni, partiləşmənin zərurəti? Partilərin zərurəti. Sizin zərurəti bildik ki, siz buyurursunuz ki, biz gördük, Güney Azərbaycan işğaldadır. Bu işğaldan qurtarmaq üçün, əgər səhv eləsəm buyurun. Bu işğaldan qurtarmaq üçün biz bu zərurəti hiss elədik ki, qurtarmaq üçün gərək girək meydana və bu parti quruldu fikirdaşlarımızla birlikdə. Belə bir zərurət siz buyurdunuz, amma yenə də danışa bilərsiniz. Öz partisinin də zərurəti haqqında yenə də istərsiniz, konuşa bilərsiniz. Bəli. Partiləşmə əsasında niyə zərurəti, hardan zərurəti doğur? Mən qabaqcakı söhbətimdə işarə elədim ki, biz bir sistem ilə qarşı savaşır. Bir dənə işğalçı gəlib ki, bunun ordusu, topu, tankı, hava qüvvəsi,
emniyet qüvvəsi, jandarmı, ona siyasi demək bölmələri, bunun meclisi, bunun polisi, bunun xəfiyyəsi, yəni bir sistem vur deyəndə vurur, as deyəndə asır, ateş deyəndə ateş eləyir, dur deyəndə durur. Təbii ki, bununla biz tek başına fərdi əməllərinə biz bunlarla baş eləyə bilmərik. Biz də onun qarşısında sistem yaratmaq, intizam qurmaq və gücləri birləşdirməliyik və o fərddən çıxıb bizə çevrilməli, məndən çıxıb bizə çevrilməli. Hizb orada bizə çevrilir. Və ikinci məsələsi hizbləşmənin o sünnəti formadakı mübarizənin baxmayaraq ki, böyük ölçüdə qələbələr də o sünnəti mübarizələrdə olubdur. Onların amma itkiləri də böyük olubdur. Yəni məsələ deyək ki, qədimdən belədir ki, birdən görürsünüz, biri çıxırdı, onu da sıyğılırdılar, gedirdilər, savaşırdılar, dövlət olurdular, bir şeylər əldə edirdilər, ya dağılırdılar, gedirdilər. O xəta eləyəndə bütün o hərəkət də xətaya gedir. Hizbin, nədir? Hizbləşmənin bir demək gərəkliyi əgər o sistemə qarşı mübarizədirsə, ikinci gərəkliyi də budur ki, o mübarizənin özünü də garanti. Yəni burada hizbidə daha bücürdür ki, hər kəs elə istədiyi kimi əmr eləsin, nəhy eləsin və ya məsələn mən bugün bu hizbin rəhbəriyəmsə ağzıma gələni istədiyimi deyim, eləyim, yox. Bunun özünə xatiməş bəlirli, hədəf bəlirli, bu hədəf üzərisində anlaşılır. Bunun icrası üçün bəlli bir şəxslərdən məsuliyyət verir ki, bunu biz hazırladıq, qoyduq, bu hədəfə doğru gedirik. İndi bunun icrayı, bu bölümündə icrayı məsulü də sənsən. Və ya məsələn, o birisi bölümündə o birisidir, bu birisidir. Bu güclər birləşir, sistem oluşturur. O sistem ilə şimdi siz bir dövləti çevirdiniz, onun yerinə biz dövlət qurmalısınız. Yəni biz işgalçını qovduq, Azərbaycanı orada işgalçını çıxadandan sonra Azərbaycan havada mı qalacaq? Onu çevirirsən, yerinə dövlət quracaqsın. Biz o dövlətin praktisi demək, onun təlimidir, onun təmrinidir. Hizbidə o dövləti təmrin edirsiniz. Ona kadrları yetişdirirsiniz. Orada ixtisasları belirlirsiniz və məsuliyyətləri bölürsünüz. O işgalçını çıxartdıqda və ya hakimi yıxdıqda hər şey oturur yerində. Boşluq, hərcimək filan yaranmır. Ona görə hizb və təşkilat lazım, təşkilatlanmaq lazımdır. Amma İstiqlal Partiyasının qurulmasında əgər o gün İstiqlal məfkurədə bir qrup, hizb olsaydı biz İstiqlal Partiyasını qurmazdı. Ona gedib qatılar. Amma olmadığı üçün və hətta hərəkətdə iddia edənlərin, hərəkətin rəhbərlik eləyən, bu təşkilatdan, o birisiyəm, onların demək, bu məsələdə səlahiyyətinin səlahiyyətləri bizi iqna eləmədiyi üçün səlahiyyətləri bizi iqna eləmədiyi üçün və bu boşluq olduğu üçün biz qurduq. Yəni, bizdən sonra da İstiqlal hərəkətləri qurur, qrupları qurur. Amma bizim, yəni mən şəxsən o dönəmdə əgər bir İstiqlal Partisi qrupu olsaydı, bunu da təzədən düzəltməzdim. Elə gedib onun nizamnaməsi əgər iqna edirsə, eləmirdirsə, məsələn, təşriflərimi vurub, əvvəl çalışardım ki, onun içinə girir. Bizim dönəmimizdə İstiqlal hətta düşüncəsini deyənləri belə saldırırdılar, söhbətini deyənləri aşırıcı, təcrid tələb deyə elə öz içimizdən vururdular. Ona görə biz də İstiqlal Partiyası adıyla, Güney Azərbaycan İstiqlal Partiyası ilə bu tabını sındırmağa və açıq, şəffaf, yəni ad bunu göstərdir. Hədəf nədir? Adı göstərdir. Demokrasi örtüyü altında, bilmirəm, filan örtüyü altında gizlənmir. Açıqcasına adı hədəfini bəlirdir. Qırmızı almanı göstərir. Bu hara gedir? Güney Azərbaycan İstiqlal Partisi. Bunu da
tabii ki biz bir gecədə eləmədik. Bir gecədə də bu şeye yetişmədik. Bu uzun bir sürenin, o boşluğun, o mücadilənin, hatta rəhbər arayışının belə sonucuna gəlib. Yani sonucunda buraya gəlmişik. Olmadıkları için girib bu işi biz görmək məcburiyyətində qaldıq. Ya, zərurətini hiss elədik və bu boşluğu doldurmağa çalışdıq. Buyurun. Zərurətin yanında bir məsələ var. Bilmirəm, cənabın sözünü çalır ya, mənim sözüm. Yerdən bir sürgün səsi gəlir. Səsi də zəiflədibdir. Bir məsələ bu zərurətin yanında amacdır. Əcəba hər parti və hizb ya cəmiyyət ya cibhə bir amac daşımalıdır və amacı nə olmalıdır? Yəni, məsələn, amacı nə cür seçir? Məsələn, cənabız bir partidə üzvüsüz, bu bir amac seçib ki, özünə bəllidir. Yəni, geçmiş sözlərinizdən gəlir ki, sizin bir amacınız, çox da önəmli amacınız var. 3 mərhələli, 3 strateji, qısa müddətli, orta müddətli və uzun müddətli. Bu amac seçmək lazımmıdır bir partini qurmağa? Mütləq lazım. Yani partinin hedefi olmalı. Strateji, taktiki olmalıdır. Bir yere bir şeyler elde eləmək üçün siz bunu. İndi eğer devletiniz varsa, diyelim ki bizim için devletimiz yoktur. İşgal altında bizim bilafasılə həll etməyimiz məsələ nədir? İşgalı da. Bu bilafasılə məsələ bir dəqiqə mənə icazə verin. Buyurun, buyurun. Əziz dostlar, biz burada bu programlar buradan 11 dana Güney Azərbaycan Partisi programda iştirak eləməyə hazırlıqlarını elan ediblər. Zahirən mən bir iştibah eləmişəm ya dostlar da bəlkə deməyiblər. Fikir edirəm bəlkə Haşim bəy Bilgingilin müstəqil partiləri var. Yəni belə düşünürəm. Mahmud bəy Bilgini dəvət eləmişəm, amma bilmirəm ki Haşim bəy müstəqil partidir ya yox. Onun üçün bunu da axtaracağam. Bunu da soruşacağam. Salih bəy, siz sorunuzu cavab buyurun, amma mən dostlardan istirdim. Haşim bəy bilmirəm, müstəqil partidir, yoxsa Mahmud bəy Bilginlə bir partidir. Onu da onlar üçün dəvət eləməmişəm. Onu 2-3 gündə yazıram, axtarıram. Hələ filan bir şey tapmamışam. Çünki müstəqildirlər, yoxsa başqa bir partidir. O sosyal, liberal sosyal partisidir. Tamam. Mahmud bəy partisi də Güney Azərbaycan Demokrat Partisi. Bəli, tamam. Onda onları da çağırmalıyam, çünki o bir partidir. Hətmən çağırıram, gələrlər. Çox sağ olun, təşəkkür edirəm. Buyurun. Partinin tabii ki taktik, strateji ve hedefleri olmalı. Ne için kurulur? Yani ki demek biz işgalda olduğumuz için dedik ki immediate, bilafasılə həll edəcəyimiz məsələ işgalı dəf eləməkdir. Ona göre istiqlal mücadiləsi var. Hedefimiz belirlenibdir. İndi mümkün məsələn ayrı bir bölgədə olsaydıq, ayrı bir mahiyyətdə çıxardı ortalıq. Mesela demek eğer devletimiz olsaydı, deyək ki biz indi bu devlette bir nüksan varsa, bu devleti o nüksanı bərtərəf eləmək üçün bir plan tökürsünüz, bir strateji belirləyirsiniz, yol xəritəsi hazırlayırsınız, o yol xəritəsi üçün havadar toplayırsınız, üzvlər tutursunuz, gücə çevirirsiniz, gedəsiniz o dəyişikliyi eləyəsiniz. Yani məsələn deyək ki devlette indi qurulubdur, məsələn deyək ki sosial haqlar azdır. Onu bərtərəf eləmək üçün bir hizb qurulur və ya demokrasını təmin eləmək üçün və ya aslında qüdrəti ələ keçirmək üçün o dövlətin içində. Amma bizimki üçün indi dövlətimiz olmadığı üçün, toprağımız işgal altında olduğu üçün, öncəliyimiz işgal olduğu üçün, işgalı dəf eləmək olduğu üçün istiqlal amaclı demək Güney Azərbaycan İstiqlal Partisi qurduq və bu hafta da fəaliyyətimizi bu günə qədər yeritmişik. Hər bir parti illaki proqramı, yol xəritəsi, hədəfləri olmalıdır.
Yani bu örtü altında gizli veya geniş kavramlar altında gizlenmek bu avanfəriblikdir. Yani şu halka mesela bunu meclis belirleyecekti. Ben bugün altından kaçım. Bu birisini halk rəy verəcəkdi, altından qaçım. Olmaz. Hizb bunların hamısına cavab verməlidir. İndi bunu ya xalqın tərəfindən qəbul olar, gələr qüdrətə, gücə yetişər, ya qəbul olmaz, əslən hizbə yetişmədən də münhəll olacaq ya şikəst. Ama o hedefleri olmalıdır. Olmazsa o hizb değil. O hedefleri belirlenmişse her şeyi sabaha koyursa ki meclis, bizim meclisimiz yoktur ki. Bizde devlet evvel gelecek. Yani biz İstiklal Partisi gelecek, evvel devleti kuracak, sonra şeraiti düzeldecek ki meclis kurulsun. Millet gelsin, nümayəndə seçebilsin ve mümkündür bir yıl devletten sonra meclis kurulur. Mümkündür 6 ay sonra ola, mümkündür 2 yıl sonra ola, qalıbdır o vəziyyətə, şəraitə biz bilmirik. Biz demişik 6 ay içində bunu eləməlidir. Amma mümkündür 6 ay içində ola bilmədi. Niyə 6 ay içində demişik eləməlidir? Buna görə ki, zərurəti vardır ki, sən dövləti təşkil elədikdə parlamentə gedəsən, parlament məclisi qurmağa şəraiti hazırlayasan, müvəzzəfsən buna. Yəni, müvəqqət dövlət formasında hər bir şeyi ələ alacaq. Ona görə hizb illa ki yol xəritəsi, hədəfi, taktiki, stratejisi, hər bir şey şəffaf olaraq belirlenmeli, aydın olmalıdır. O yoktursa o hizb değil. O bir cəmdir, vaxt geçirmək üçün, bir toplantıda gəlib yığışıb, demək orada otursunlar, bir seri söhbətlər eləsinlər, ya məsələn mümkün bəlli bir addımlar da götürsünlər, amma dövlət olmaq üçün və ya gücü əldə eləmək üçün illa ki hədəflər belli olmalıdır. Halal, haram belli olmalıdır. Kırmızı xəttlər, prensiplər ortaya qoyulmalıdır və ona əsasən üzv yığmağa, havadar yığmağa, sempat toplamağa və gücə çevirməyə mübarizə gedir. Buyur. Çox sağ olun. Dostlardan yazıblar, səs zəifdir. Dostlar, mənim də səsim zəifdir, yoxsa fəqət qonağımızın və Sayın Salih bəy İldırım cənablarının səsi zəifdir? Əgər onu bəlli eləyə bilsək ki, səs kompletdə hamısı zəifdir, yoxsa ya dostların bəzisi zəif eşidir, ya hamı zəif eşidir. Bir dostlarımız bunu yazsalar çox yaxşı olar. Təşəkkür edirəm, var olun. Salih bəy, indi bir dana ittiham var İranda. Media bunu çox yayırlar, ya siyasi adamlar səsdə sorun yoxdur. Tamam, təşəkkür edirəm Salih bəy, Kamilli cənabları, çox sağ olun. İndi bir dana çox ciddi bir məsələ İran mediası yayır. Həmişə deyirlər ki, bunlar istəyirlər gələrlər, vəzir olalar, rəis cümhur olalar, filan, bəhman. Bu ittiham təşkilatları buna necə baxırlar? Yəni, bu necə görürsün bu təbliğatı, bu brainwash-ı necə görürsün? İnsanlar, məsələn, deyir ki, o da gəlir çörək, ağzı var, gəlir çörək yemağa. Bu ittiham o cür ki, onun altında vururlar. Bunu necə görürsün? Çox sağ olun. Mən Salih bəy salamlayıram, gördüm burada. Bunlar indi bəziləri də çıxır deyir ki, yox, elə deyil, mən heç bir qüdrət sahibi olmayacağım. Yalan deyirlər, riya işlədirlər. Mən əvvəldə dedim ki, biz qüdrət olmağa, dövləti qurmağa gəlir. Əlbəttə ki, hər hangi bir hizb, yəni biz İstiklal Partiyasının baxışından deyək. Əgər İstiklal Partiyası xalqın dəstəyini əldə edib də və xalqın himayəsi ilə bu işğalçını vurub çıxardıbsa, elə dövləti də quracaq. Dövləti də təşkil edəcək. Müvəqqət əslən planımız vardı bizim ona. Biz orada proqramımızda elan eləmişik ki, Güney Azərbaycan İstiklal Partisi İran işğalını dəf elədikdə müvəqqət dövləti təşkil edəcək. Biz dövləti təşkil edəndə gedib Kürədən, Japondan, bilməm, Əhmədovalının dediği için Madagaskar'dan birini getirip orada prezident koymayacak şey. O partinin rehberi de o zaman kimdirse oranın prezidenti olacaktı. Ve
Partiler əsasında mübarizə aparırlar, hətta dövlətlərin içində də mübarizə aparırlar ki, gücə yetişsinlər. Hakim partilər indi çox partili ölkələrdə ya indi tək partililərdə fərq edir, amma çox partili ölkələrdə belə də o hakimiyyətə gələn partinin rəhbəri də o ölkənin rəhbəri olar. Yəni bu gayet normal bir şeydir. Bunu gizlətməyə də ehtiyac yoxdur. Biz İstiqlal Partiyası gəlib dövləti qurandan sonra heç kimsəyə verməyəcək onu. Onu biz ta məclis təşkil olub və xalqın seçimlərinə qədər onu rəhbərlik edəcək. Yox, biz deyil də, başqa bir partini xalqımız, millətimiz dəstəkləyib də o bacarırsa, o eləyəcəkdir bunu. Bunun sistemi budur, bunun yolu budur. Ayrı bir zad yoxdur. Yalandan gələn riyakarlıq eləyəcək ki, biz gəlirik, qüdrət zadımızda yoxdur, heç bir şey də istəmirik. Yox, istəyirik. İstəmirsən nəyə meydanda? Biz deyirik ki, bu işgalçılar, zalimlər gəlib bizim xalqımızı istismar eləyibdir, çapıb demək, bu zülm yürütməkdədir. Bunu bərtərəf eləyib və adil bir dövlət qurmalıyıq və bizdən də adil bu dövləti quracaq birisini görmürük. Görsəydik, elədik, onu da asızıq da. Yəni bir ayrı bir hizb olsaydı ki, bunları biz istədiklərimizi istəsəydik, gedib onun üzvü olarıq. Yəni özümüz ayrı bir hizb qurmazdıq. Nəticədən dövlət olacaq, prezident lazımsa prezident, bakan lazımsa bakan, nə vəzifə düşürsə öhdələnəcək. Parti buna görə qurulur. Buyurun. Çox sağ olun. İndi İran adlanan varlıqda Fars mərkəzli, İran mərkəzli düşüncə ilə parti düzəltmək azaddır. Amma Azərbaycanlılar, ərəblər, bəluçlar, türkəmənlər, qəşqailər və o birisi millətlər parti düzəltmə haqqları yoxdur. Və buradan da parti düzəldə bilməyiblər. Bəzən əncümənlər düzəlir. Ya məsələn, son zamanda Təbrizdə bir parti düzəldiblər, Səlamət Sağlıq Partisi, Şurayı şəhər düzəldibdir. Fəqət seçkilər üçündür. Seçkilərəcən də bir söz yoxdur. Fəqət seçkilər üçün kandidat vermək üçün düzəlmişdir. Fikir əmirəm də bundan bizə çalışsın. Çünki üzvizadı da yoxdur, məramnaməsi yoxdur, əsasnaməsi yoxdur, hesab yoxdur. Amma yoxdur. Yəni istəyirəm ki, içəridə belə bir şey yoxdur. İndi içəridə insanları da partiləşməkdən, birləşməkdən, təşkilatlaşmaqdan bir yerə toplanıb beyinləri bir olan insan, düşüncələri bir insanlar bir yerə toplanıb bir iş görsünlər, bir amac üçün hərəkət eləsinlər, yoxdur. İndi fikir edin ki, bunlar istəyirlər ki, bir parti quralar, təşkilat quralar. Bu təşkilatı necə qurmaq olar? Yəni içəridə 5 nəfər, 10 nəfər həmfikir var. Məsələn, deyək, keçən günlərdə 2 ay olmayıbdı. Bizim 15 dana yazarımız, düşüncə sahibimiz tutulubdu, həbsə atılıblar. Bir ikisi azad olub, qalanı hələ həbsdədir. Ehtimalən də aclıq aksiyasına girəcəklər, ehtisab qəza eləyəcəklər. Məsələn, bunlar istəyirlər parti düzəldərlər. Yox, birisilər. Hər kəs öz şəhərində, öz məhəlləsində istəyir bir parti düzəldir. Bir partini necə düzəltmək olar? Bunu, məsələn, mən istəyəm, ya Həsən istəyər, Hüseyn istəyər, Kazım istəyər, Güney Azərbaycanda yaşır, Qəşqaistanda yaşır, istəyir bir dənə parti düzəldir. Nə cür düzəldə bilər? Nə cür başlaya bilər? İçəridə və eşikdə. Yəni, əvvəl biz buna belə eləməliyik. Baxın, bir şərtlər vardır ki, gizli partiləşmə lazımdır. Bir şərtlər vardır ki, konjünktura belə bir şəraitdir ki, onda açıq fəaliyyətdə, açıq partilər qura bilərsiniz. Məsələn, dövləti olanlar açıq partilər qurarlar. Siz Azərbaycanda baxın, məsələn, onlarca Azərbaycan partisi var və ya Türkiyədə onlarca parti fəaliyyəti. Demokratik ölkədir, partilər gedib qurulur, fəaliyyət edir. İşğal altında olan millətlərin belə bir haqqı yoxdur, belə bir hüququ yoxdur, siz də sadalardınız. Nəticədə bunlar gizli partiləşməlidir. Yəni, o partinin demək, açıq qolu ya təmsilçisi və ya o partini təbliğ edəcək qol gərək bu sistemin əlindən uzaqda olsun. Eləyə bilsin, həyatını davam edəsin. Adətə diktator rejimdə, totalitar rejimlərdə mübarizələr belə olubdur. Yəni, istərsə məsələn Şah dönəminin qurullarına baxın, görərsiniz, bunlar necə təşkil ediblər, gizli hizblər qurulubdur və
təbliğat üçün də imkanları daxilində bəlli bir hissəsini təşkilatın xaricə intiqal ediblər ki, oradan eləyə bilsin, rəhbərlik eləsin və ya bunun sözü olsun, səsi olsun və ya eşikdən qurulub içəriyə gediblər. Yəni bizim kimin bir işğal altında olan bir millətin ki, başqa altında Türkəm deyə bilmir, uşağına adını qoya bilmir. Təbiidir ki, Təbrizdə gəlib eylənirsə ki, mən parti qururam, buralar dağıdanlar. Buradakı gizli təşkilatlanma. İstiqlal Partisi əsasən Güney Azərbaycanda gizli təşkilatlanma. Bizim orada heç bir dənə açıq nümayəndəmiz yoxdur, deyək ki, bu İstiqlal Partisinin nümayəndəsi. Olmaz, edam edirlər, asarlar, qoymazlar ki, dağıdarlar. Biri ki tanındısa o təşkilatı dağıdarlar. Yəni çox gizli bir metodla üzvlər, məsuliyyətlər bölünür. Hər kəs öz işindədir. Bizim bir xordatda və ondan sonra məsələn Təbrizdə o həstələr ki fəaliyyət edirdi. Buradan görürsünüz məsələn o məhəllə, bu bizim məhəllə çıxırdı. Çox ısrarla soruşurdu ki, bunlar biz burada bu şeylər yayılıbdır, biz eləməmişik. Bunu kim eləyib? Başqa bizi onlarla tanışdırın. Dedik, yox. Bu şəraitdə lazım deyil siz onları tanıyasınız. Siz öz işinizi görəcəksiniz. Sizin qapınıza da yatıb şüar yapışdıra bilərlər. Asla təqib eləməyəcəksiniz. Zərurəti, zamanı, şəraiti uyğun olanda biz sizi birləşdirəcəyik. Yəni bizim durumumuzda indi Güney Azərbaycanda siyasi qruplaşma, hizb olsun, adı daşı, nə daşısı daşısın ki, bizə görə hamısı eyni mahiyyətdədir, eyni hədəf daşımaqdadır. Gizli. Güney Azərbaycanda %100 gizli fəaliyyət etmədir. Çünki bizim dövlətimiz olandan sonra bunlar açıq elan eləyərlər və öz dövlətlərini, öz partilərini səbtnamda eləyərlər, registr eləyərlər, dövlətdən büdcə də alırlar, fəaliyyət eləyirlər. Amma indiki durumda, yəni işğal altında olan və ya totaliter rejimlərdə maalesef bu sistem işləmir. O yüzden də Güney Azərbaycanda gizli təşkilatlanma metodundan istifadə edilir. Buyur. Tamam. İndi daha nə cür partiləşməli? Yəni məsələn, nə cür partiləşək? Deyək ki, gizli oldu, tamam, amma nə cür partiləşək? Nə cür bunu nə əsaslarda biz partiləşirik, yəni? Burada əvvəl söhbətimdə mən dedim ki, parti əsasında bir müəyyən ideoloji sahibləri vahid bir hədəf üçün bir yol xəritəsi belirləyirlər və bunu təbliğ edirlər. Biz məsələ bunda medianın çox rolu var. Biz bəlli bir zamanda Günəş TV-dən proqramlarımız olduğu üçün bunu çox sürətlə geniş formada eləyə bildik. Və hətta məsələn elə bir şəraitə gəldi ki, biri xorda kimin hadisədə belə deyək ki, mehvər vəzifəni üstlənir. Amma zaman sürəcində nə oldu? Yavaş-yavaş bilirsiniz, sizin də bəlkə xəbəriniz vardır. Günəş TV-dən biz məhdudlaşdıq və nəhayət blok oldu. Və bu irtibat kəsildi. Parti o gizli təşkilatlanmanın təbii ki, içəridə bir ayrım, əgər təşkilat içəridə qurulubsa, onun bir ayrı bir modeli vardır. Yox, bu təşkilatın demək, əgər eşikdə bir qolu varsa, o eşikdəki qolun vasitəsilə bu təşkilatın məramnaməsi, yol xəritəsi təbliğ olunub və bəlli bir formullarla, baxın, bizim məsələn partiyamıza, İstiqlal Partisinə üzv olmaq, bu cüdə əkilə biri dursun, gəlsin, desin ki, mən üzv olurum, dərxastını göndərsin, biz də qurandaq, bəli, elə oldun, sən qəbul oldun. Elə deyil. Bizim partiya üzv olmaq üçün bu partinin üzvləri 2 il sabiqəsi olan, ən azından 2 il sabiqəsi olan bir üzvün təyidi ilə üzv olmalı. Və ya əks halında, məsələn, bu partiya gəlirsə, bunun indi 6 ay, 3 ay və hətta 1 ilə qədər bunun dənəmə sürəci var. Bu fəaliyyətdə göz altında alınır, fəaliyyət göstərir, işləyir, görək nə qədər yetişibdir, nə qədər bizim hədəflərimizi mənimsəyə bilibdir, ideolojimizi mənimsəyə bilibdir. Təsdiq olursa, ondan sonra
üzviyyəti başlayır. Və ya məsələn idarəçilik bölümünə gəldikdə yenə də bəyər bir sistem daşır. Yəni özü deyil, bu gün elə biri oradan gəlsin desin ki, mən bu partiya üzv olurum, İttilaat məmurudur, gəlsin, səhər girsin partini dağılsın. Çünki biz açıq şeydə deyilik, demokratik bir fəzada fəaliyyət eləmirik. Bir totaliter işğalçı dövlətindən savaşırıq. Nəticədə o parti sistemi də çox diqqətlə güvən əsasında. Bizdə əsas güvən. Güvəncə alındısa, güvəncə yarandısa, o şəxsi siz kadr edə bilərsiniz. Yoxsa güvəncə olmasın, Əllamə edər, 5 dənə doktorası olsun, heç bir qrana da dəyməz. Partinin içine alınmaz o. Güvən birincidir. Partiləşmə istəyirsə Güney Azərbaycanda, əvvəl güvən. Güvəndiyimiz adamlar. Bunu quracaq. O güvəndiyimiz adamlar hərəsi müvəzzəfdir, deyək məsələn, ayda bir nəfər cəzbələr gətirsin. Hər kəsin bir 5 nəfər tanıdığı güvəndiyi var. Yəni bu vasitənin biz çox sürətlə də böyüyə bilərik. Yəni ki, partiləşmə tam gizli bir formada Güney Azərbaycanda getməlidir. Hizbləşmə, qruplaşma. Cəmiyyətdə şeir gecəsi qurarsan, musiqi otağı qurarsan, aşıqlar qrupu qurarsan, bunlar olar. Amma parti gedir qüdrət. Gedirsə dövləti çevirəsən, yerinə oturasın. Bunu çıxadasan buradan, yıxasan dövlət. Ona görə bunu əgər o gizli məcradan çıxırsa, məhv edirlər. Baxın, partiləşməyə çalışdılar dostlarımız, sən, Lətif Həsənli, Yürüyüş bəy, Mehrəli bəyli yeni cəmoh qurmağa çalışdılar. İran yasalarına uyğun olaraq. Amma hamısını məhv elədilər, dağıtdılar. 10 il, 15 il həbslərə saldırırlar, elə bir günə saldırırlar. Qoymazlar nəfəs açarsınız. Biz orada bizim metodumuz, başqaları indi necə düşünür? Bizim baxışımıza görə gizli yapılanma, gizli təşkilatlanma olmalıdır və təşkilata da alınma əsas güvən əsasında o güvənli kanallardan geçməlidir, mərifli olunmalıdır, onlardan tanıtılmalıdır və ondan sonra eğitirlər, onları yetişdirərsiniz. Mümkündür birinin bacarığı olmayan. Bizim mesela partiye 400 de var, üzv olanı. Əslən, Rahimay səviyyəsində üzv olan da var ki, deyir ki, mənim savadım yoxdur. Tamam, yoxdur. Sen gel, sen bu düşüncəni qəbul etsən, güvəncə varsa, güvənirsən, orada yetişdirərsən, təlim verərsən, öyrətərsən və bir məharətə çatdırarsan ki, o partinin bəlli hissədə işlərini görə bilsin, həyata keçirə bilsin. İndi hərbidirsə, hərbi bölümdə, siyasidirsə, siyasi bölümdə, ticaridirsə, iqtisadi bölümündə, yəni hər bölümdə birisi dövlət olmaq üçün hər şey lazımdır. Ona görə güvən əsasında gizlilik, gizli qoruyaraq Güney Azərbaycanda partiləşmə mümkündür. Biz bunu eləmişik, təcrübədə olunubdur, hər kəs də eləyə bilər deyə düşünürəm. Çox sağ olun. İndi sizin parti istiqlalçı bir partidir. Niyə istiqlal? Niyə məsələn federal yox? Niyə konfederal yox? Niyə xudmuxtar yox? Niyə qanun əsasisi yox? Niyə federalizmi məsələn qəbul eləməlisiniz, gəldiniz istiqlalı? Niyə? Bu niyəsi və niyə o biriləri qəbul eləmirsiniz? Yəni məsələn xudmuxtariyyət, qanun əsası, İranda qalmaq, niyə bunları qəbul eləmirsiniz? Gedəcəm. Çıxanda mənə xəbər. 50 dəqiqəm gedir. Tamam. Biz bir 10 dəqiqəyə yekunlaşdıracaq. Tamam. 10 dəqiqəyə yekunlaşdıracaq və ya bəli 15 dəqiqə uzaqlaşır. 10 dəqiqəyə. Birincisi niyə istiqlal? Biz əlbəttə bir gecədə istiqlalçı olmalı. Mən bəxlə ərz elədim ki, bunlara detallərə getməyə zamanı bəlkə istəmədim. Salih bəy buradadır. Xatırlayaq. Bizim Paltarda otağımız var idi. İran is not Persia. İran Parsi. Yəni İran
adlanan yerdə çıxandan sonra mənim bir sürə işlərim demək jurnalistik fəaliyyətindən filanla keçib. O dönəmlərdə biz elə bu yolları axtarırdıq. Dənəyədək görək ki, nəsidir. O proqramda Salih bəy özü də gəlib, zənnimcə 2 dəfə çıxış etdi. Qonaq eləmişik. Güneydən çağırırdıq dostlarımızı, gəlirdilər o proqramda demək danışırlar. Bəni Sədr hətta biz gətirdik orada danışırıq. Bəni Sədr birinci İran adlanan inqilabdan sonra birinci prezidenti. Onu da gətirdik orada danışdı. Ki bu millətlərin məsələsini, əsas milli məsələni ümumiləşdirmək üçün və buna bir çözüm tapmaq üçün. Yəni biz elə nənəm mənə kör deyibdi, gecədən, anadan istiqlalçı doğulmuşuq. Deyil, belə deyil. Bütün o yollardan görmüşük ki, o hədəfə çatılmır, yetişilmir. Nəhayətdə gəlib bu nöqtəyə yetişmişik. 2 il müddətində hər cümə günü bizim bir azı 3 saat konferansımız olurdu. Hər dəfə bir dəyişik çıxışı olurdu. Bütün partilərin mənsublarını gətirdi, İran partilərini. Çünki onda Azərbaycan təşkilatları yox idi ki. Azərbaycan aktivistlərini, Azərbaycan cəmiyyətlərini, hamısını gətirib orada danışdırmışıq. Ağad ərəblərdən, bəluşlardan, hamını gətirib danışdırmışıq. Bu məsələyə çözüm axtarır. Nəhayət orada İran cəbhəsində Azərbaycanlıları İran təşkilatlarından biz söktük, qopartdıq. Bu zehniyyət yarandı. Yəni, milli məsələ sən ümumiləşdir, mətrə olun. Və bu pan-İranistlərin, mərkəzçilərin canına bir qorxu və vəlvələ düşdü. Bizə ciddi hücumlar oldu. Oradan böyük ölçüdə biz insanlarımızı qopara bildik və sonra gəldik, yenə də hələ biz parti qurmamışıq. Oradan sonra bunları göndəririk Azərbaycan təşkilatlarına. O zaman da Azərbaycan təşkilatlarından Dünya Azərbaycanlılar Konqresi var. Ayrı bir şey yoxdur. Yönlendiririk Dünya Azərbaycanlılar Konqresinə. Azərbaycan, bu kongres də neydi? Elə bunlar gəldi, danışırdı biraz, məsələn, elə təzə ayrılıb da Fars zehniyyətindən. Türkiyəni düzgün danışmadığı üçün vururdular bunlar əzədilər ki, get dilimizi öyrənlər, filan elə, aynəm, satqınla. Bunlar kendi təzədən qalırdılar ortalıqda, avara hara geçsin. Bir tərəfdən milli zülmü görürlər, o bir tərəfdən bu millətçilik bunları qəbul edir. Gəldik bu dəfə İnqilabçılar qrupu bizətdir. Azərbaycan İnqilabçılar qrupu açdı. Da İran pejniyarını tətil edir. İznat pejniya, İran Fars deyil qavramını qoyduq, geçdik de oradan. İndi Güney Azərbaycan İnqilabçılar qrupunu düzəltdi. Və orada da yenə də Güneydən də dostlarımızı çağırırdı, xaricdən, hər yerdən gəlirdi, seminarlar keçirirdi. Nəhayətdə gördük ki, biz bu İran adıyla Azərbaycan oduna su kimi. Bu birinin olması o birisinin yoxluğuna gəlib çıxaracaq. Bu istinafsız, bunun qaçışı yoxdur. Buna qaçış yox. Ya İran adında fəaliyyət edəcəksən, Azərbaycanı unudacaqsan. Ya əgər Azərbaycandan danışırsa, şəffafca Azərbaycan dövlətçiliyini qurmalısan. Bunun ayrı bir çözümü yoxdur. O birisilər hamısı müsəkkindirlər. Onlar, yəni biz dərdi qoymuşuq, əsas məsələni gizlətmişik, gəlmişik məsələn, fəaliyyatla məşğul olur. Elə bir ki, bir hesab eləyin ki, bir dənə xəstəlik tutmuşsunuz, Allah eləməsin. Məsələn, özümü də. Məsələn, mən bir xəstəlik tutmuşam. Tutub bədənimdən gedir bədəni fələc eləyəcəkdir. Orada görürsünüz ki, gəlir doktorlar otururlar deyirlər ki, bu əldən kəsilməlidir. Ya ayaqda tutulsa, bu ayaq buradan kəsilməlidir. Kəsəcəksən ki, o bir tərəf yaşarsın, qalsın. Amma biri də neyini gəlir deyir ki, müsəkkin verir. Deyir ki, baba, bu bədən bütünlüğünü qoruyacaqsan, filan yaşayacaq. Elə müsəkkini yeyirsiz, ağrını hiss eləmirsiniz, amma nəhayətdə ölürsünüz. Azərbaycan məsələsi də İranda budur. Yəni, İran vardırsa və Azərbaycan məsələsini İranda həll eləmək istəyirsə, nəhayəti budur. O konser kimin bir gün görəcək ki, ölüb də Azərbaycan. Yəni, o sürətlə o tərəfə gedir. İndi dalğa dəyişibdir. İstiqlal məfkurəsi gəlibdir, dövlətçilik məfkurəsi gəlib. Bunu ayrı bir istiqamətdə yönləndirir, millətçilik inkişaf etdirməkdir. Ona görə nədir? Gəldi, açıqcasına
Danışdıq, dostlarımızla danışdıq. Hətta təşkilatlara təklif elədik. Bəli, o dönemdə federal hərəkatı vardı. Federalizm əsasında hətta onların bizə görə o federal təşkilatı Azərbaycan federalizmi üçün değildi. Azərbaycanı qurtarmaq üçün bir məsələ değildi. Bəlkə mən bir danışığım vardı bu məsələdə. Neo-panİranizmidir. Yəni neo-panİranizm əslən bu Azərbaycan dövlətçiliyinin önünə keçmək üçün federalizm formasında zuhur edir. Federal bir sistem kimi ya Azərbaycan federal formasında idarə eləməsi gayet normal bir şey. Ama İran'ı federalizm adında Azərbaycanı İran'ın əsarətində saxlamağa yol verilməzdi. Ona görə onlarda yani federal formasında veya herhangi bir başka formada İran'da bu meselenin həll olmasına bir yüzde değil, minde bir ihtimalının olmadığına göre biz açıkçası dedik ki istiklal ve bu bize göre yegane yoldur. Ve bizim tərifimizə görə də milli hərəkət əgər istiqlalçıdırsa, əgər Azərbaycan dövlətini düşünürsə, yəni Güney Azərbaycan dövlətini qurmağa düşünürsə, milli hərəkətdir. Əgər istiqlal mahiyyəti daşımırsa, o aslında milli hərəkət deyil. Mən söhbətimin əvvəlində dedim. Əgər istiqlal düşüncəsi daşımırsa, o milli hərəkət deyil. Hərəkətdir. Bəlli bir hüquqların da peşindədir. Modernidir, mütəlakkidir. Onu pisləmir. Milli hərəkətdir. Milli hərəkət gərək o milli demək haqları, milli mənfəətləri təmin eləyə və milli mənfəətləri də işğalı dəf eləmədən təmini mümkün deyildir. Mən dövlətimi işğal qoya bilmirəm. Nə təmin eləyəcəm? Bəlkə də əvvəl bu sistemi buradan dəf edəm, rədd edəm. Çıxadam işğalı, dövlət quran və dövlətin bütçəsi olacaqdır, ordusu olacaqdır, polisi olacaqdır, siyasi qolları olacaq, televizyonu olacaq, medyası olacaq, bu olacaq. Bu dövləti necə gedib o istədiklərini təmin edəcək. Əks halda İran içində, İran qazanacaq hər hangi bir formada. Biz İran içində məsələni çözməyi istəyirsək, yavaş-yavaş xalqımızın ölümünə şahid olacaq, Azərbaycanın yox olmasına bir addım kimi gedəcək. Ona görə biz federalizmi Azərbaycana bir çözüm deyil, bəlkə İranı qorumaq üçün ortalığa atılmış və hətta bunu İranın rəsmiləri də attılar. Ve ikinci taraftan federalist bir idare sistemidir. Yani benim idarem ola, devletim ola, bunu necə idarə edeyim? Federalist idare sistemidir. Demokrasi idare sistemidir. İdarenin özü olmadıqda o sistem ne işe yarayacaq? Benim devletim yoktur ki, onu federal formada idarə edeyim. Azərbaycan federal devleti ola bilər. Azərbaycanın demək, Batı Azərbaycan, Doğu Azərbaycan, Zəncan, Qəzvin, Həmədan əyalətləri, dövlətləri də ola bilər. Quzey Azərbaycan, Güney Azərbaycan dövlətləri, əslən Azərbaycan, Quzey Azərbaycan, Türkiyə federasyonu qurula bilər, konfederasyonu qurula bilər. Bunlarla qurula bilər. Amma İranda bu mümkün deyil. İranla bu olasılığı yox. Yəni o dedi ki, İran varsa Azərbaycan yoxdur. Bu və hər şey onların əlindədir, onların əlindədir. Ona görə bu kökündən həll olunmalıdır. Və bunun da yeganə yolu bizə görə istiqlal. Buyurun. Sağ olun. Siz bu cavabda bir konuya işarə elədiniz. Mənim düşüncəmdən tərsə gəldi. Onu əgər yetişsək bugün bunu danışaq, qalanı qalsın sabahçı programa, yəni bugün cümədir, sabah şənbə danışarıq və sabahlar uzun danışacağıq. 2-3 gün sizin vaxtınız çoxdur bilirəm. Bəlkə uzun danışıb 4 saatı danışarıq. Bu günləri təqribən 2 saat, 3 saata yaxın danışacağıq. Ərz eləyim xidmətdə ki, o da buyurur, siz mənafe millidən, milli mənfəətlərdən bir tərif verdiniz burada. Dediniz ki, bu olmasa, yəni millətçılığı ya dediniz, milli mənafə tərif elədiniz, istiqlalı milli mənafə tərif elədiniz və dediniz, bundan başqa düşüncələr milli mənafə olmur. Məsələn, federalist düşüncəsi
demokrasi düşüncəsi, yəni, siyasətdə Bismarck'ın Dr. Ziya Sərvər Əşrafinin bunu tikrirlər. Bismarck deyir ki, əldə olan imkanlara, yəni imkanlar qədər siyasət imkanlar elmidir, imkanları işlətmək elmidir. İndi bunu nə cür eləyək? Yəni, bizim imkanımız vardır, məsələn, bu günləri milli mənafiyə imkanlar əsasında tərif edək, yoxsa arzular əsasında? Siz bunu mən istirdim bir üstüne danışaq. Həqiqətidirsə, baxın, siyasətin o tərifi bir şey bəyan eləməz. O, bu zaman olar ki, deyək ki, acaba bugün İranda federalizm mümkündür. Yəni, federalizmi verirlər bizə, biz deyirik, istəmirik. Bizə əgər bugün qansız, davasız, savaşsız federalizm qolundan sonra biz onu alqışlarıq, biz ona qarşı deyilik. Amma gələk ki də milli mənafeydə görürsünüz onu. Yəni, milli mənafeydə görürsünüz. İcazə verin. Biz mübarizə söhbəti, gələk ki də inqilab eləyək, şəhid verək, yaralı verək, dövləti kövrək onun yerinə federalizmi qap, bu yanlışdır. Biz demək, onu mübarizə, sadəcə o zaman qan verilirsə, istiqlal üçün qan veriləcək. Amma federalizm bugün hər hangi bir hadisədən dolayı, bir səbəbdən dolayı federalizm əgər mümkündürsə, qansız, qədasız, onu biz müsbət görürük. Amma çözüm deyil. Onun üçün onu milli mənfəətlərimizi əldə eləmək üçün bir çözüm deyil. Bir mərhələ kimin o fürsətdə əgər dediyim kimi qansız, yəni biz ona görə gedib inqilab eləyib də federalizm quracaq, bu yanlışdır bizim baxışımızda. Amma əgər tarixi bir təsadüfdə ya bir fürsətdə bu gəlirsə qabağa, buna yox demərik. Nədən federalizmlə müxalifuq? Yəni, məsələn, mən baxıram, mən özüm bilirsiniz, mən federalistdim, mənim keçmişim federalistdir. Mən federalistdən gəlmişəm, istiqlalçı olmuşam. Amma indi mən federalistdən niyə müxalif oldum? Dedim ki, mən Pişəvərə hərəkatına baxıram, Şeyx Məhəmməd Xiyabani hərəkatına baxıram. Görürəm ki, farslar, ya bu hakim olan güc, bugünkü İranı idarə edən güc, heç vaxt yazılı və danışıq, qolu, qərali, kətbi, şəfahi, bunların heç birisinə əhəmiyyət verməyibdir, hamısının gücə gələndən sonra cırıbdır. Cırandan sonra gəlib qətlam edibdir. Mən buna görə deyirəm ki, etimad eləmirəm. Siz nədən etimad eləmirsiniz ki, deyirsiniz, biz federalizmi qansız əgər olursa, ayrı bir şərait olursa, məsələn, Əraq şəraiti, deyək ki, Amerika gəldi, burada vurdu, yıxdı, federalizmi qurdu, dedi, tamam, bu beləcə bir şərait olursa, məsələn, qəbul edirsiniz, yoxsa qanlı şərait olmasa. Qəbul eləmirik. Eyni zamanda yenə də istiqlal davamımızı aparacaq. Biz onu qəbul eləmirik. Tamam. Amma milli mənafiyə görürsünüz. Xoş görürük. Onu xoş qarşı. Baxın, qəbul eləmək ayrı bir şeydir. O hədəf kimi qoyub ona mübarizə eləmək ayrı bir şeydir. Amma ondan bir yaranmış bir fürsətdən istifadə eləmək ayrı bir şey. Ona görə federalizm bizim mən misal vurdum, o müsəkkindir, bizi ölümə götürür. Fəqət dərdi hiss eləmir. Əslində, ona görədir. Biz deyirik, onlar ki, federalizmi indi ortalığa atıblar, bunlar sadiq deyirlər. Bunlar düzdür bir sistemi qurur. Amma həqiqətdə onlar İranı qorumaq üçün. İran yaşayacaqdır. İranda bu dəfə bizim şurəvi təcrübəmiz vardı, Amerika təcrübəmiz vardı. Amerikada millətlər qalıblarmı? Tamam, mən bunu sabah davam eləyək. Davam eləyək. Çox sağ olun, təşəkkür edirəm gəldiyiniz üçün. Buyurun, siz təşrif aparın. Əziz və hörmətli dostlar, bugünkü qonağımız Güney Azərbaycan İstiqlal Partisi sözcüsü Salih bəy İldırım cənablarıdır. Partinin bu günləri bir neçə mövzuda konuların açdı və bizə bildirdi. Əslində demək olar ki, biz indi biraz bilirik ki, İstiqlal Partisi necə düşünür. Amma buradan dostlar,
mənim sorularımın demək olar ki, bu soruların hamısını ki dedik, demək olar ki, 5-inə cavab vermişik. Burada 500 sorudan 5-inə cavab vermişik. Mən inanıram, gəldikcə bu sorular qısalacaq. Çünki indi feilən biz bu partinin ideolojisi ilə tanış oluruq, düşüncəsi ilə tanış oluruq. Bunun üçün əvvəllərdə bu təbii ki, cavablar geniş olacaqdı, bəzən təkrar olacaqdı. Yavaş-yavaş biz bununla tanış olacağıq. Həqiqətən bu istaylı tamam o partilərdən də gedəcəyik, 11 parti ilə də. Mən inşallah Haşim bəy Bilgindən də xahiş edəcəm Sayın Haşim bəydən. Görək ki, gəlsələr, onlar da qoşulsunlar bu proqrama. Təbii ki, onlara da bir həftə, son həftə veriləcəkdir. Amma özlərini daha çox hazır eləyə bilərlər. Biz hər gün dostlar, mən sorularınızı görürəm, yazırsınız. Bu soruları yazın, mən yazacağam, bunları saxlayacağıq. Axirdə hər partiyə 6 gün vaxt vermişik, hər gün də 4 saat, yəni 24 saat. 24 saatın içində mən umaram ki, bu 500 suala cavab verək. Əgər 24 saatın içində cavab verə bilsək, inşallah, 7-ci gün bəlkə bu işi görürük. Fəqət bəzi sorular ki, sizlərin varızdır. Çünki bu sorular ki, indi soruşursunuz, dostlar. Bəzi dostlar, mən gördüm sorular soruşurlar. Bu sorular, icazə buyurun, yavaş-yavaş gedək. Oraya yetişək ki, görək əslən bu partilər nə istəyirlər. Əgər bunların içində cavablarımızı tapmasaq, gedək ora ki, özlərindən ixtisasi soruşaq ki, filan qonuda nədir? Amma bu 500 sorunu gözləsəz, görəcəksiniz ki,